Salam aleyküm. Salam dostlar. Aleyküm salam Əmir bəy. Mən tamam gələn dostların hamısına indidən və sonra gələn dostların hamısına salam ərz edirəm. Umarım ki, həmişə yaxşı olasınız. Dostlar, bəlkə biraz gözləyək, daha çox dostumuz gəlsin. Əkbər Sultani bəy, salam aleyküm, xoş gördük. Aydın bəy, çox xoş gördük. Təşəkkür edirəm gəldiyiniz üçün. Umarım ki, dostları çağırasınız. O birisi dostlarımız da gəlsinlər, qoşulsunlar. Oracan ki, mümkündür. Ərz edeyim xidmətinizə ki, mən özümə bir dərd gəldi. O dərdi geçən həftə sizinlə paylaşmağa çalışdım. Salam canım abidi. Və o da budur. Doğrusu desək, bir növ, mən bu şosteşuye məğzinin üstündə işləyirəm, Günaz TV-də bilirsiniz. İndi 2 ilə yaxında bunun üstündə mütaliə edirdim, amma nə qədər dərin getdikcə bu mövzuda görürəm ki, daha çox biz şosteşuye məğzi olmuşuq, bizim beynimizi yıxayıblar. Beyni yıxamaq əcib bir vacədir. Qoyun sizə bir xatirə deyim, dostlar gəlincəndə yaxşı olar. Mənim X, yəni xanımım, boşanmışıq. O xanımım, yəni geçmiş xanımım, beləsi desək. Ərz edeyim xidmətinizə, kolyəsi mərizləmişdi. Biz bunu apardıq, xəstəxanada əməl elədik. Kolyə buna peyvənd vurdular. Buna peyvənd vurandan sonra kolyə o neçə gün ki bimaristanda, xəstəxanada qalacaqdı. Bunlara bir serum kimi bir şeylər verirlər. Bunların bədənləri yuyulsun, səmlər çıxsın. Eyni halda bu böyrək işlir, işləmir, nədir işlir, onu orada ölçürlər. İndi gərək bunu, o serum ki verirlər bunun bədəninə, məsələn 24 saatda, nə bilim 50 litr, neçə litr bilmirəm ki, o su bunun bədənindən geçsin, hər neçə litr, orası önəmdə yaşamır. Gərək buna içinə duzlu bir şey qoyaymışlar. Yəni, o duz qoyaymışlar ki, bu adam hafizəsini əldən verməsin. Bir müddətdən sonra gördük ki, bu xanım komaya getdi. O döhdürlər, filanlar... Olmadı, mənim bir xaloğlum var, kolyə uzmanıdır, mən fikirəm indi İranda başda gələn birincidir. Çox əcibə mütəxəssisdir. Ona xəbər verdik, gəldi. Elə azmayışa baxan kimi dedi ki, buna çox su veriblər bədəninə, amma duz verməyiblər. Ona görə bunun beyninə su ki gedir, bunun qanından bunu yuyur, aparır. Bu, beyni boşalıbdır. Yəni, duz olsa bərkiyər bədən, duz olmasa şırtı-şırtıq olar, yəni boşalar öz-özünə, dağılar ət. Ət bir-birindən ayrılar, dağılar. O, mənə dedi ki, ehtimalən sizin bu xanım heç vaxt hafizəsini ələ gətirə bilməyəcəkdir. Hətta əvvəl budur ki, hafizəsinin çoxunu əldən verəcəkdir. Bəlkə hətta yenə bir taza doğmuş uşaq sinninə qeydə. Olmadı o cürsü, biraz hafizəsini əldən verdi, amma o qədər də yox. Və istədim bunu deyəm ki, vaqən bu bir dənə ittifaqdır düşür bizim zehnimizdə. Və bizi beynimiz yuyulur. Hər halda, bunlardan biri budur ki, o qəd bizə deyiblər pan-türküz, pan-türküz, pan-türküz ki, biz əslən bundan qorxuruq ki, deyək ki, mən türkəm. Deyəndə deyirik ki, o Azərbaycanlıdır, Rus Azərbaycanlısıdır, o Türkiyəlidir. Biz Türküyük, ya biz Azəriyik, ya biz Azərbaycanlıyıq. Yəni, bu qədər bizim şosteşuyi məğzi olmuşuq əslində. Bu, çox bir sevinməz bir durumdur. Bu, bais olubdur ki, Türk dünyasının filsufların
mütəxəssislərin, dilçilərin, millətçilərin tanımırıq. Elə şosuşuyu məğzinin biri budur. Biz Hafizi, Sədini, Fulanı, Bəhmanı tanırıq. Ferdosini, Merdosini, paniranistləri tanırıq. Amma türkçü, mütəxəssis, alim tanımırıq. Elə bu bunu görsə ki, biz şosuşuyu məğzi olmuşuq. Çünki biz əslən indi deyərlər ki, 4 dana, yox 2 dana, yox 1 dana türkçü, türk millətçi fikir sahibi, filsuf deyil. Mümkündür, %90'ımız əslində yaxmacaq türkün də filsufu olar. Mən geçən dəfə də ərz elədim, dostlardan biri Can Minai bir videosunda dedi ki, filan kəsin kitabları, mən o kitabı Google elədim, tapdım. Dostlar istəsələr, həm burada linkin qoymuşam, o geçənki videoda ki, o kitabı indirə bilərsiniz. Həm də mənim Telegram kanalımda o kitabı özüm ora yükləmişəm. Hər kəs istəsə oradan download özünə indirə bilər, download edə bilər. Kitabı bugündən mən hər həftə çalışacağım ki, bir neçə səfə bundan sizin üçün oxuyam. Və biz bərabər bunu gedək qabağa. İndi mən iş istəyəm, oradan da mənə əlamət göndərdilər ki, geri hərəkət eləyəm. Amma mən biraz oxuyayım, heç olmasa başlayaq sonra. Bu kitabın burada görə bilsəz, türkçülüyün əsasları. Bizim Azərbaycanımızca, ləhcəmizdə deyirik türkçülüyün əsasları. İstanbul ləhcəsində, türkçədə deyirlər ki, türkçülüyün. Buna yumuşaqcı deyirlər türkçədə. Hər halda, bunun əsasları. Yazan Ziya Gökalpıdır. Bu kitabın cildinə baxsaq, cildi elə beləsi bir şeydir. Biraz indi burada tərsə görsənir yazılar, amma hər halda beləsi bir şeydir. Köçürəm. Bu kitab latincə yazılıb, yəni İstanbulda yazılan əlifba ilə yazılıb, latin əlifbası ilə yazılıbdır. Onu ərəb əlifbasına, bu kitab ki, mən sizə oxuyacağam, ərəb əlifbasından oxuyacağam. Bunu yazan, çevirən, köçürən, əslində köçürməkdir, çevirmək deyil. Buna görə ki, latin əlifbadan köçürüblər ərəb əlifbasına. Köçürən və Azərbaycan türkçəsinə çevirən Oqtay Azərel adlı bir şərif insandır. 1392-nin yayında. Yəni, hududən 8 il bundan öncə bu kitabı çeviriblər. Bu kitab harada çap olubdu, bəlli deyil. Ehtimalən İranda çap olmayıbdı. Belə cildidən sonra gedibdi bu, mən dedim PDF şeyinə baxıram. Bu gedibdi mətnidə nələrdən danışacaq onlara və sonra da Azərteldən yayınlanan kitablar və məqalələr, sonra da əlifbanı göstərir ki, hangi əlifba ərəb əlifbasının yerinə oturubdu. Ondan sonra Pişqoftar deyibdi, burada bir miqdar farsça yazıbdı, sonra başlayıb türkçə yazmağa. Mən elə bunu icazəzlə, çünki kiçikdir, elə bu farscanı oxuyayım, hələ bir tanıtım olsun. Sonra bunu devam verərik. Niyə bu kitabı seçdim, bunu da deyim. Biz türkçülüğü bilmirik. Bizə türkçülüğü çox pis İranda təbliğat elədikləri üçün beynimiz elə yıxanıbdır ki, biz bunu əcibə bir şey görürük. Bunu bir növ nəcatpərəstlik kimi görürük, bir növ faşizm kimi bizə təbliğat eləyiblər, bir növ bilmirəm, əcibə bizi qorxudublar. O qədər qorxudublar ki, biz türkçü kitab oxumuruq. Mən heç olmasa oxumamışam, bir çoxumuz oxumamışıq. Bu kitabda, türkçülüyün əsaslarında, mən bu kitabı oxuyanda beləsi gördüm ki, 50 ilə yaxın mən fars dilində kitab oxumuşam, kitab da yazmışam. 12 milyon kələmiyə yaxın medialarda yazmışam və danışmışam. Yəni, bunlar kitab olsa 100-200 dana kitab olar. Bu qədər böyük bir rəqəmdə.
Amma türk kitab çox oxumamışam. Dedim o qorxudan dolayı, o təbliğatdan dolayı ki, uşaqlıqdan indiyə qədər və hala davam edir bu təbliğat bizim üstümüzdə. Hər cümlə ki farsça oxuyuruq, o bir təbliğatdır bizim üstümüzdə. Hətta əgər fərz eləsək elmidir. Elmi fərz eləsək ki, elmi kitabdır, bizim üstümüzə təbliğat edir. Və bizim beynimizi yıxamağa çalışır. Və bizi türklərdən və türkçülükdən uzağa saxlar. Mən bu kitabı oxuyandan sonra gördüm ki, bu bir Marksist kimi, Leninist kimi, Xomeynism kimi, şuubiyyə kimi bir şeydən danışmır. Bir ideolojidən danışmır. Cami-i şünasidən danışır. Toplum mütaliə elmindən danışır. Və bu bizim üçün çox cəlib olacaqdır ki, bunu bilək. Sağ olun Həmid bəy, təşəkkür edirəm lütfüzdən. Pişqoftar farscadır. Mən bu farscanı başlayayım, görək ki, nə deyir? Gökalp və kitab-ı usul-i milli gərayı Torkan. Tərcümə edib bu cürsə, amma farscasını belə tərcümə edibdir. Lüğət-i Türkiyə türkçülük İki dırnaq arasında. İki dırnaq ciyumə olur beləsi. İngiliscədə elə barmaqların belə eləyirlər, yəni ciyumənin arasında. İki ciyumənin arasında. Türkçülük, yəni burada əhəmmiyyətli məsələdir. Ona görə bunu qoyur, iki dırnaq arası deyirlər burada. Lüğət-i Türkiyə türkçülük در فارسی به صورت ملی‌گرایی ترکان و همچنین به صورت پانتورکیزم قابل ترجمه می باشد. معمولا در نتیجه تبلیغ باستانگرایان فارس لغت پانتورکیزم به معنی ناسیونالیزم افراطی ترکان معنی می شود. Fikir edirəm ki, bunların heç birisinin tozihə ehtiyacı yoxdur. Və در واقع در مقابل پانفارسیزم که یک جریان با گرایشات نژاد پرستانه می باشد قرار داده شده است. بدین سبب لغت ترکچülük را ما با کلمه milliگرایی ترکان تعبیر میکنیم. Bildiniz da niyə bu cür dedi milliگرایی? Buna görə ki, o panfarsizmin qabağında deyir, o mənanı verməsin zehnidəki panfarsizmə taydı. Sonra da deyəcək türkçədə ehtimalən ki, bu abresi izmilər nədir? Ona görə bunu milliگرایی məna elədi. Biz də indi Təbrizdə, Urmiyədə, Zəncanda, Qəzvində, Tehranda, Həmədanda, Ərdəbildə, Astarada deyirik ki, millətçilik türkçə. Bunu onun yerinə oturtmuşuq, millətçilik. Və in cəryan در واقع هدفش تأمین حداقل diqqət buyurun, mütəəssifanə bu yenə də bizdə vardı. Biz bunu qoyun oxuyayım. و این جریان در واقع هدفش تأمین حداقل حقوق فرهنگی، زبانی و اجتماعی ترکان می باشد. Yəni bilmirəm niyə biz bu həddəqəllidən yapışmışıq. Bu bir dana İrandan fərhəngidir gəlib deyir ki, kəf خواسته ها، سقف خواسته ها. Və sizə deyir ki, gəlin kəfə. Dəqiqən bunu tərcümə edir. Hətta mütərcimimiz də bunu bizə deyir ki, pişqoftarda bizim türkçülük hüququmuzun ən aşağı səviyyəsidir. Niyə axı? Əgər hüquq mənim hüququmdur, niyə hamısı yox? Niyə mən gərək kəfə gələm, niyə səqfə getməyəm? Niyə səqfi sındırıb üstə getməyəm? Çünki bilirsiniz, hüquq daimən insanların mübarizəsi əsasında gücüllərdən almaq haqqıdır. Yəni siz bir şeyi özünüzə haqq bilməyincə, o sizin haqqınız deyil. O gücüllərin ixtiyarındadır. O zaman ki siz bir mübarizə əsasında gücülləri dalı oturasınız, o haqqı gücüllərə təhmil eləyəsiniz, onda siz haqq sahibi olursunuz. Keçən minlər ildə insanlar mübarizə ilə bu haqları ki, bu günləri biz indi hüquq bəşər deyirik, bunu qazanıblar. Bunun mənim şeyim var, yəni hətta o islah tələblər filanlar zatlar da bizi bu hala sürüblər. Bu kəf mütalibat ya kəf hüquq çox belə insanı xor görməkdir. Əşa, əskik görməkdir.
və biz özümüzü əskik görməməliyik. Biz özümüzü bir millət və yuxarı millət görməliyik. Və mümkündür bir millət özünü əskik görə. Biz özümüzü əskik görməməliyik. Burada əskik üstünlükdən söz getmir ki, biz onlardan yaxçı millətik. Yox. Burada hüquqdan danışırıq. Sən özünü hangi haqlara layiq görürsən, ondan danışırıq. Mən burada deyir ki, hədəfi, milli gərarlığın هدفش تأمین حداقل حقوق فرهنگی زبانی و اجتماعی ترکان می باشد و این کتاب به روشنی برنامه‌های ملی‌گرای ترکان را نشان می‌دهد و به عبارتی مانیفست ترکان ملی‌گرا می باشد. Bu kitab deyir ki, manifestidir Türklərin və bir dənə bərnamə qoyur qabağa. Dedim, mən bu kitabı oxuduğum üçün türkçəsi çox şirindir. Çox şirindir. Mən ömrümdə bir belə ki, farsça kitab oxumuşam, Cami Şinasi filan Bəhman. Heç birisi bu haqda, bu gözəllikdə cami şünaslıq eləmir. Ziya Gökalp در سال 1876 indi 2021 deyirik. Bu 1876-da, yəni 20 il buradan deyək ki 24 il oradan 144 il bundan qabaq bu adam یا 145 il bundan qabaq دیاربکرdə در دیاربکر به دنیا آمد. تحصیلات خود را در این شهر و سپس در استانبول ادامه داد. در این دوره او به فعالیت‌های آزادی خواهانه و ملی‌گرایانه پیوست و در 1908 diqqət buyurun 76'da gəlmişdi dünyaya. 24 yaş, bu da 8 yaş, 32 yaşına qədər در شاخه دیاربکر گروه اتحاد و ترقی به فعالیت مشغول گردید و در همین zaman روزنامه پیمان را منتشر کرد. Diqqət buyurun, insanlar, əgər siz fikir sahibisiniz, niyə Azərbaycanda bu günləri mətbuat məşrutədən öncəşir mətbuata görə? Seyid Cəfər Pişəvərinin dövrünə görə ki, təqribən adamlar bisavadıdır. %1 nəfərin savadı yox idi. Nədən indiki mətbuat o zamanki mətbuatdan zəifdir? Bunları burada bu kitabda deyəcəkdir ki, nədən indi zəifdir. Amma mən burada bir işarə eləyim buna görə ki, insanların zehnində bir ideal yoxdur. İnsanlar ruznamələrə giriblər, pul qazanmaq üçün, agəhi almaq üçün, özlərini əslində satırlar agəhi sahiblarına. Onlardan da biri bu təbliğata girməkdir. Kandidlərin təbliğatı bək pul qazandırır. Mən özüm o zaman 89'da zadda fikir edirəm ki, bir intixabat var idi məclisə yenədə. Onda mən Əhrarın sərdəbiri idim bir az müddət. Mən onda o bilmirəm 30 gün, neçə gün ki təbliğat günüdür. Onda 8-9 milyon pul qazandırdım o ruznaməyə və özüm də bir şey bu günəcən o ruznamədən ala bilməmişim. Əhrardan və Əhrarın müdüründən. İstəyirəm deyəm ki, çox əcibə təbliğat dövrəsi bu dövlət. Məsələn, şəhərdari, şurayı şəhərin üzvləri agəhi verərlər bunlara. Adam gedir onunla bir rup yarım saat danışır, gəlir onu xəbər kimi yazır, sonra fiş göndərir ona, buna 1 milyon verməlisən. Bəli, hədəfləri yoxdur, idealları yoxdur millət üçün. Ona görə bu mətbuat zəifdir. Bu xəbərnigarlar ki, bu günləri Azərbaycanda işləyirlər, hətta Tehranın geri qalmış yazarlarının yarısı qədər idealları yoxdur. Heç olmasa onların ya mühafizəkar, ya nə deyirlər, islah tələb bir istəkləri var zehnilərində. Mütəəssifanə Azərbaycandakı jurnalistlərin %99'unun heç idealı yoxdur, illa pul. Onun üçün özlərin, mətbuatların, herfələrin satırlar. Hər halda. Görürsünüz ki, bu adam 32 yaşlarında təqribən, əgər iştibah eləməsəm, ruznamə çıxadır, adında peyman qoyur. Baxın, peyman özü mənalıdır. Yəni, bir millət ilə bir əhd-i peymana girirsiniz. Bir özünüzün heç olmasa, ürəyinizdə o millətə bir əhdiz, bir peymanız var. مقالات متعددی در این سالها نوشت. کتاب اصول اساسی ملی‌گرایی ترکان را در سال 1923 تحریر نمود. Pəs dedik ki, 24 yaş oradan, 23 yaş buradan, onlar 47, o da 20, 47 yaşında üst-üstə.
bir dana kitab yazıb, bu kitabı ki biz oxuyacağıq. Usul-i Əsasi Milligərayı Turkan. Türkçülüyün əsasları. Türkçədə görürsünüz, bu 5 dana kəlmənin yerinə 2 kəlmə var. Türkçülüyün əsasları, Farscada Usul-i Əsasi Milligərayı Turkan. Görürsünüz, baxın, insanın hədəfi olanda ruznaməsini çıxadıb, amma bir dana bu da daha elmitər bir şey yazmalıdır. Ziya Gökalp در سال 1924 bir il sonra o kitabdan sonra dərc 58 saliyi vəfat yaptı. Diqqət buyurursunuz, mütəəssifanə çox az ömr eləyibdi. Və در آرامگاه ابدی خود در سلطان محمود استانبول دفن گردید. خواندن این کتاب برای هر شخصی که در زمینه ادبیات ترکی، زبان و گرامر، فرهنگ لغت ترکی و یا تاریخ و فرهنگ ترکان کار میکند لازم میباشد. Bunu mən də dedim, çünki vaqəən gözəl bir camişünaslıq deyir. Mən lisans və fوق lisans dövrələrinin kitablarını baxmışam. Bunları da oxumuşam. Özüm də mədrəkim, indiki mədrəkim postgraduate-dir. Onun üçün, yəni doktoradan biraz aşağıdır əslində. Bir yol Kanadada oxumuşam onu. Ərz edeyim xidmətinizə ki, research zəminəsində oxumuşam. Yəni, analiz, təhqiqat oxumuşam. Onun üçün də umaram ki, faydalı olsun. Amma bunu deməliyəm ki, mən ömrümdə çox az türkçə oxuduğum üçün və elmi türkçə, yəni belə camiəşinasi, rəvanşinasi, fikri, fəlsəfi türkçə oxumadığım üçün bəlkə türk qismətlərini oxuyanda görəcəksiniz ki, axsayacağam, deyə bilməyəcəyəm, köməklik istəyəcəyəm sizlərdən, ta bunu gedik qabağa. Örgəşəcəyəm, sizlə oxuya bərabər, mən də türkçəni, elmi türkçəni örgəşəcəyəm, camiəşinasi dilini örgəşəcəyəm, rəvanşinasi dilini örgəşəcəyəm, fəlsəfə dilini örgəşməyə çalışacağım. Bunları bu kitabda örgəşməyə çalışacağım. Umarım ki, dostlarımız da mənlə bərabər bunu gəlsinlər. Gökalp در این کتاب نحوه جمع‌آوری فولکلور، نحوه نوشتن فرهنگ لغات و استفاده یا ابداع لغات جدید و همچنین چگونگی استفاده از لغات فارسی و عربی در زبان ترکی را به طور مفصل تشریح می‌کند. پس diqqət buyurun, bu kitabda nə işlər görür? Folklor, millətin ağzında olan folk, yəni xalq. Folklor, yəni xalqın ağzında, fərhəngində olan şeyləri toplamaq. Biz istirik ki, oxumaqları, zərbil məsələləri, tapbacaları, filanları toplayaq. Ya deyir ki, nə cür bir fərhəngi lüğət yazaq. İstirik ki, öz kəndimizdə millətin danışdığı dilin, öz məhəlləmizdə millətin, ya yoldaşımız, ya famillərimiz danışdığı o sözləri bir lüğətnamə kimi yazaq. Niyə yazmayaq? Adları toplayaq. Bir adı, mən bunları özüm Türkiyədə olan zamanda bunları yazmağa başladım. Çox cəlibdir. Bizim, məsələn, İbrahim deyək. Bu İbrahimi neçə cürə deyilir bizim dillərimizdə. Çox cəlib olar ki, toplayaq bunları. Bunlar bizim şeyimizdir, folklorumuzdur əslində. Fərhəngi lüğət yazaq. Hələmiz nə olar? Hər kəsən öz elə ailəsində başlasın, bir lüğətnamə yazsın. Heç iradı yoxdur, çox da böyük bir işdir. Bunlar elə tikə-tikə toplanırlar, onlar həcim lüğətnamə. Və istifadə ya ibda-i lüğat-ı cədid. Biz nə cür bir taza bir lüğətdən sözcükdən, nə cür istifadə edirik, ya nə cür özümüz yaradaq. Axı, hərə bir şey ilə, bir fikrə görə hərə bir şey yaratsa, görərsən ki, heç kəsin danışanmır o mövzu haqqında. Çünki heç kəsin anlayışı bir mövzuya görə, bir fikrə görə eyni həmdə ağzından çıxan söz. Hərə bir ağzından bir söz çıxarsa, baş tapmaz. O qədim məsəl var. Məsələn, əngur o, enəb o, üzüm. 3 nəfər otura bir-birinin dibində bir şeyə, nə o bilə əngur nədir, nə bu bilə məsələn enəb nədir, nə də bu bilə ki, üzüm nədir. Bunların heç birisi o birisi dediğini bilmir. Hər kəsin öz dediğini bilər. Heç kəs bilməz ki, bir dana bir şeyə görə danışırlar ki, onun üçünün də adı ilə bir şeyə gedir.
Onun üçün biz bunlarda gərək bir usulla gedək. Və həmçinin çegunəgi istifadə az lüğat farsi və ərəbi ya hətta ayrı bir dillərdən gələn şeylər üçün Nəcüz bu kitabda tozih verir bunları. Gözəldir. Diqqət buyursanız görürsünüz ki, çox gözəl bir mövzular gedik. Gökalp nəzəriyyat-ı ictimai vicə idarət. Mən bəzən bunun nəzərlərini müxalifəm. Amma onun nəzərlərini oxuyacağıq. به نظر او تئوری کارل مارکس در یک جانب نگری نسبت به نقش اصلی نیروهای تولیدی و اقتصادی در حرکت‌های اجتماعی اشتباه بوده. کارل مارکس bir ایراد çıxardır ki, deyir o fəqət deyir ki, tolid və iqtisadda olan güclərdir ki, ictimada hərəkətə səbəb olur. Deyir ki, bunu qəbul eləmir və nəzər Durkheim را در اهمیت دادن به موضوع تصورات جمعی kolektiv təsəvvürlər, təsəvvürat cəmiyə İngilisi kəlmədən istifadə ediblər buna. Toplumsal təsəvvürlər deyə bilərik. Türkçə desək, təsəvvürləri da məsələn anlayış qoysaq ya fikir edirəm anlayış daha yaxşı olar. Amma hər halda mən lüğətçi deyiləm, bunu üstünə danışıram. Amma kollektiv yəni toplum, çoxlu bir şeyə kollektiv deyirlər. Cəmi, təsəvvürat cəmi, kollektiv təsəvvürlər. Bu Durkheim nəzərini qəbul edir. Durkheim də deyir ki, camiədə bir kollektiv, millətin, cəmiyyətin hamısı bərabər bir təsəvvürü var. Bəli, gərək ki, milli hərəkət dostlarımızdan bunu yazıblar üzərində. Ola təbii biz bunları yavaş-yavaş burada oxuduqca görəcəyik ki, daha tanış olacağıq bu şeylərlə. Görəcəyik ki, bizim milli hərəkətimizdə teorik zəflər nələrdən gəlir. Görəcəyik ki, belə bir şeyləri oxumamışıq. Ya az oxumuşuq. Oxuyanlarımız da olsa, məsələn, gəlib bunları bizə öyrətməyiblər. Onun üçün mən öz fikirlərimi deməyəcəyəm çox bu kitabı oxuyacağam. Və icad təşəkkül ərc midəhəd. Pəs Durkheim deyir ki, Gökalpın nəzəri Durkheimə yaxındır. Durkheim də deyir ki, hərəkət-i ictimaiyə səbəb olan iqtisad deyil. Ya əvamil-i tolid deyil. Bəlkə kollektiv təsəvvürdür. Və təşəkkül icad eləmək. او همچنین گروه‌های صنفی مختلف جامعه را برعکس نظر کارل مارکس نه فقط کارگران در این حال şamil əsnaf və quruluşهای digər ictimai می‌داند. Ha belə bu deyir ki, tək işçilər özləri camiənin hərəkətinə səbəb olmur. Yəni karger dediyimiz İranda işçilər, bəlkə o birisi qruplar da vardı. Bir də bizim siniflərimiz vardı ki, onlar da ictimai hərəkətlərdə rolları var. Gökalp گروه‌های اجتماعی را به سه دسته کلان، اتحادیه توایف و نهایتاً ملت می‌داند. Bu diqqət buyurun, ictimai qrupları ki, camiədə vardı, ya ictimai cəmiyyətləri 3 yerə bölür. Bir kəlan böyük, bir ittihadiye təvaif, tayfələrin ittihadlığı, birliyi, bir də millət. Və etiqad dərəd, hər qovm bayəd in sə mərhəli ra be nəhvi tey konəd. Onun belə bir etiqadı var ki, bu 3 mərhələni bir dana hər millət gərək keçə millət ola. O be fərhəng əxlaqi millət əhəmmiyyət ziyadi midəhəd. Diqqət buyurun, burada fərhəng əxlaqidən danışır. Bu adam hər şeyə bir əxlaq tərif edir. Bu calibdir. Yəni, məsələn, bizim milli əxlaqımız, mübarizə əxlaqımız olmalıdır. Türkçülük əxlaqımız olmalıdır. Bunları bir orada deyəcəkdir. Ona görə mən fəqət elə istədim burada işarə edeyim ki, bu adam əlbəttə indi deyir ehtimalən də farsında o be fərhəng əxlaq millət, bir millətin əxlaqı əhəmmiyyət ziyadi midədir və bəxşهای müxtəlif əxlaq ra şamili. Əxlaqı belə görür. Əxlaq vətəni, vətən əxlaqı, əxlaq şoğli, hirfə əxlaqı, əxlaq xanavadəci, ailə əxlaqı, əxlaq cinsi bir xanımla ya bir xanımın bir ağı ilə olan 2 nəfərlik əxlaqı, əxlaq mədəni, şəhər əxlaqı, mədən bilirsiniz şəhərdir, mədəniyyət də ondan gəlir.
ya əxlaq şəxsi, bir də insanların təkinin özünə aid əxlaqı var. Mənim bir də usulu əxlaqım vardı, ondan keçmərəm, hər nə olur olsun. Yəni, işimi əldən verirəm, ya hər şeyi əldən verirəm, amma usuldan keçmərəm. Bu adamlar ki, üstdən geçirlər, ona Təbrizdə hür-hürü məzhəb deyirlər də, bilirsiniz. Və əxlaq-ı beynəlməli, bir də onda əxlaq-ı beynəlməli vardır. Siz bunu da müraat eləməlisiniz. Mütəəssifanə, biz bunu Cumhur İslamidə görürük ki, əxlaq-ı beynəlməliliyin getmir. Göç alb, elm və daniş را جدا از مسئله ملیگرایی دانسته و ولی فلسفه را موضوعی می‌داند که باید با ملیگرایی ترکان همخوانی داشته باشد. پس baxın, fəlsəfə ilə elmi ayırdı. Çox üzr istəyirəm. Fəlsəfə ilə elmi Göç alb ayırır. Deyir ki, elmin millətə rəbti yoxdur. Yəni millət elm və danışı millət ilə ilgisi yoxdur. Hər millətin elmi danışı ilə gedə bilər. Amma fəlsəfə hər millətin özünə görə fəlsəfəsi ola bilər. Çünki dünya görüşü fərqli ola bilər. Və bu dünya görüşü fəlsəfəsi gərək türklərin özlərinə aid bir dünya görüşləri, fəlsəfələri olsun. Və معتقد است هر ملتی که در بین ملت خود فلسفه قوی‌تر و انسانی‌تری دارد پیروز خواهد شد. O millət nəhayətdə piruz olacaq ki, özünün fəlsəfəsi güclüdür. gökalp feminizm و دموکراسی اولیه را در میان اقوام و حکومت‌های گذشته ترکان جستجو می‌کند. Gedir görə tarixdə türklərin demokrasi və şeyi varmış ya yox. Demokrasi və feminizm. Xanım haqları, xanımlar haqları bunlar varmış ya yox. Çalışır ki tarixdən buna bir şey tapsın. Və illət payidari hükümetهای مختلف ترکان را در احترام گذاشتن به این دو موضوع میداند. Deyir ki, bu iki türklər bəzən 500 il, bəzən 800 il, bəzən 300 il, bəzən 250 il, Qacarlar 150 ildən biraz o yüz bu yüz hükümət eləyiblər və bu davam tapıb bu tarix, bu sürət. Bunun illəti nədə görür? Ki, bir xanımların haqlarına, bir də demokrasi. Nə bugünkü demokrasi ha? Bir növ demokrasi varmış. Onlar da görür. Və etiqad دارد ترکان در صورت شناخت بهتر فرهنگی گذشته خود به راحتی به دنیای متمدن قدم میگذارد. Əgər keçəcəklərini tanısalar, gələcəklərini də qurarlar. Azərel, Tabistan 1392. Burada qutuldu. Bir səfə fəqət farsça yazıbdı. O adamlar ki, farsça istəyirlər bu kitabla tanış olsunlar, bu qədər yetər. Ondan sonra türkçə başlayır yazmağa və bu kitab, əgər iştibah eləməsəm 120 səfədir. İcazə buyurun, dəqiqən ərz eləyim xidmətinizə. Mən çalışacağım həftədə 2-3 səfəsini, 113 səfə, 120 səfədir. Mən hər cəlsədə çalışacağım bunun 3-4 səfəsini sizin üçün oxuyam. Yəni bir fəsli təkmil eləyəm heç olmasa. Və bir az zamanda bu kitabı qutaraq. Amma bu kitab böyük bir kitabdır. Yəni nə qədər üstündə danışsaq yaxşıdır. Burada məcbur oluram ki, bir şərhə görə danışam. Siz diqqət buyursanız, farslar çox Firdovsi şərh elirlər, Hafizi şərh elirlər, Mevlananı şərh elirlər, Nəhcül Bəlağəni şərh elirlər, Qur'anı şərh elirlər. Şərh demək nə mənə? Açıqlamaq. Açıqlırlar. Yəni nə demək? Əslində, baxın dostlar, heç kəs o kitab yazdığı kimi düşünmür. O kitab, məsələn, Qur'an 1400 il bundan qabaq bir nəfərin ağlına gəldiyi sözlərdir, deyibdir. Sonra onu toplayıblar. Bunlarla nə işimiz yoxdur ki, düz toplayıblar, qələt toplayıblar, nə qədər siliblər, nə qədər doğrudur, nə qədər əskikdir, orasını demirəm. Orasına bəhs eləmirik, çox böyük, ciddi bir bəhslər var burada. Amma o gün o adam hangi fikirlə, hangi şəraiti ictimaidə, hangi məlumatla, hangi bu günləri desə, bu günkü dil, fars dilində danışla, məlum bilgilərlə o sözləri deyibdi və onlardan amacı nə idi? O bir şeydir. Bu günləri bir dənə molla bugünkü fars savadı ilə, az ərəbcə bildiyi savadına, o tarixi bilmədiyi savadla, o kəlimələrin, değişməklərin bilmədiyi savadla, bugünkü aldığı mühitdən,
aile mollalardan, arvadından, uşaqlarından, familindən, dədəsindən, nənəsindən, müəllimindən, danışqahından, kitablardan, oxuduqlarından aldığı məlumatla o sözlərə baxır. Bunun düşüncəsi o sözlərindən fərqlidir. Çünki bu özü oxuyur indi o kitabı. Ona görə burada deyirlər ki, kitabı yazan bir şeydir, kitab oxuyan başqa bir şeydir. O kitabı ki yazdınız, indi bu Göç Alpın kitabını biz oxuyuruq bunları. Bunu biz bugünkü məlumatımıza görə oxuruq. Mən çalışacağam şərh verməyə. Oracan ki mümkündür şərh verməyə, fəqət oxuyam. Amma əgər bir yerdə bir şey lazım olsa, tozih verməyə, onu izah eləməyə, açıqlamağa, orada məcbur olsam onu deyəcəyəm. Burada çalışacağam ki, həqiqətdə öz nəzərimi deyəcəyəm, burasını deyim. Yəni, şərh bu günləri hər kəs təfsir yazır Qurana, ya Nəhcül Bəlağiyə, ya Hafizə, ya Sədiyə, ya Mevlanaya, öz nəzərini deyir. O, Mevlananı demir, Mevlana ona bir bəhanədir. Bu günləri, məsələn, filan kəs oturubdur Mevlananı Ləndəndə ya Amerikada təfsir edir. Bu adam Mevlananı sizə demir. Bu adam əslində Mevlananı nərdivan eləyib öz ayağına, qoyub ayağının altına öz nəzərlərini sizə deyir. Bu bir növ brainwashdır, beyin yıxamadır. Çünki biz deyirik bəlkə o adam Mevlananı, məsələn Suruş, Əbdülkərim Suruş, deyirik bəlkə bu adam Mevlananı təfsir edir. Əslində Mevlana ilə ilgisi yoxdur onun. O fəqət o şeiri oxuyur, ondan sonra öz düşüncələrin Mevlananın adına sizə deyir. Biz Azərbaycanlılar mütəəssifanə bu etimad benəfsi, o beyin yıxamaq əsasında özümüzü əldən vermişik. Yəni biz indi məsələn Mevlananı oturub öz Azərbaycancılıq düşüncəmizlə tozih vermirik. Biz Azərbaycanlı, Türk olaraq bu kitabı oxuyub özümüz düşüncəmizi deyə bilərik. Amma nədən demirik? Bu bir sualdır. Bu ki biz bu günləri Mevlananı bizim heç birimiz, bizim şairlərimiz, fikir sahiblərimiz təfsir eləmir. Niyə? Niyə təfsir eləmirlər? Niyə bu etimad və özgüvənləri yoxdur? Bizim Mərağədə bir böyük şairimiz var, Əbbasi cənabları. Bu adam Nəhcül Bəlağəni və bir çox kitabları türkcəyə çevirib, türkcəyə. Niyə bu cəsarət bizim o birilərimizdə yox imiş? Keçən 100 ildə biz nə inirmişik? Sadəcə gözdürmüşük ki, farslar bizim zehnimizi yıxasınlar. Biz, onlar Quran təfsir eləsinlər, biz baxaq. Onlar fəlsəfə desinlər, biz baxaq. Onlar Hafizi, Sədini, nə bilim, Mevlananı, Firdosini təfsir eləsinlər, biz baxaq. Onlar Mevlanadan danışmırlar. Onlar Hafizdən danışmırlar. Onlar Firdosidən danışmırlar. Onlar öz ideyaların o şerə soxaraq danışırlar. Mən Günaz TV-də bir zaman türkçə bərnaməm olanda çalışdım ki, bu işi görəm, dostlara görsədəm ki, başlamaq mühümdür. Başlayandan sonra inkişaf eləyəcək zehnimiz. Yəni, dostlar, qorxmayaq, biz gələk bir dənə kitabı qoyaq qabağımıza. Baxın, indi mənim burada əl-an 3 nəfər burada səsimə qulaq asır. Təşəkkür edirəm, yaşasınlar. Amma mühüm deyil ki, 3 nəfər qulaq asır. Ya qulaq asmır hətta, ya 1000 nəfər qulaq asır. Mühüm budur ki, mən iradə eləmişəm, bu qorxudan çıxam. Gələm və bu kitabı oxuyam. Və düşüncələrimi deyəm. Təbii ki, mənim düşüncəm, mənim savadıma, mənim təcrübəmə, mənim öyrəşdiyimə, uşaqlıqdan bu günəcən öyrəşdiyimə və təcrübələrimə bağlıdır. Birinin təcrübəsi məndən çox olursa, məndən çox kitab oxumuş olursa, başqa dillərdən, farsdan qeyri kitab oxumuş olursa, məndən çox yaxşı da deyər bunları. Amma biri məndən az kitab oxumuş olursa, məndən az təcrübəsi olursa, məndən az düşüncəsi olursa, bu kitab mənim dediklərim ona yapışar. Bir şey öyrədərəm. Amma bu öyrətmək, baxın, mən indi sabah bir ayrı kitab oxusam, bəlkə bu kitabdan daha çox mənə məlumat verəcək, mənim savadım çox olacaq. O gün sabahları bir ayrı kitabı oxusam, daha yaxşı oxuyacağam. Çünki, məsələn, burada Ziya Göç Alpın fikirləri mənə təsir qoyacaq.
Mənim fikirlərimi dəyişdirəcək, mənə təzə şey öyrədəcək. Onun üçün mən sabahları bir kitab oxuyanda çox sağ olun, təşəkkür edirəm Əmir bəy. Biz sabahları bunu oxuyanda bu kitabı daha mən təzə fikrinə baxacağam. Bunun üçün qorxmayacaqsınız. Heç vaxt qorxmayın ki, gələsiz. İnsanların fikri qələt olmalıdır. Əslən, elm dediğiniz bir şey, bilgi dediğiniz bir şey ibarətdir qələtlərin tapılmasından. İnsanlar söz deyərlər, bir ayrısı gələr bunun qələtini sabit edər, onlar bu bir vəsətdən elmi çıxar. O günəcə ki, Azərbaycanda biz qorxaq ki, mənə deyərlər danışdı filan kəs, məsələn, desinlər. Biz elmi törədəcəyik. Yəni 10 dana kitab yazılacaqdı bir mövzuda, yavaş-yavaş bunların içindən bir dana fikir çıxacaq. 100 dana kitab yazılacaq. Biz gərək qorxmayaq, biz gərək özümüzə görə fəlsəfə danışaq. Deyək ki, Azərbaycanın fəlsəfəsi nə mənə olur? Fəlsəfə kitabları qoyaq qabağımıza, amma bir Azərbaycanlı kimi, bir Türk kimi baxaq. Bir Fars kimi yox. Çünki Farslar zaten bunu yazırlar. Danışqahları var, mədrəsələri var, ustadları var, pulları var, sərmayələri var. Dünyanın pul verirlər. İnanın, siz bu günləri o təbaiyə ayda $5.000 verin, ayda $5.000 çox yox. Sabahdan Azərbaycançı olacaq. Çünki dünyada, mən burada Kanadada dərs oxurdum, dedim, research analizis oxurdum, fövqə lisansıdan fövqünü oxurdum, o məqtəyi. Orada bizim ustadımız bir dənə bir şey dedi. Mən hala bu fikir yadımdadır. Dedi ki, xanım idi, Qalop müəssisəsinin işləyənlərindən idi ki, dünyada nəzərsəncə elirlər, elmi təhqiqat aparırlar. Dedi ki, siz hər kəsən sifariş alasınız bir təhqiq üçün, öncə gedəcəksiniz o adama deyəcəksiniz nə istəyirsən. Hədəfin nədir? Amacın nədir? Onun hədəfin, amacın və onun mümkün soruları ola, ya onun bir şeyləri ola, onları alacaqsınız. Nöqteyi nəzərləri ola, onları alacaqsınız, onların əsasında təhqiq eləyəcəksiniz. Siz pul almırsınız ki, müstəqil bir iş görəsiniz. Siz pul alırsınız ki, adamın dediğin ya isbat eləyəsiniz, ya rədd eləyəsiniz. Siz istəyirsiniz ki, ona köməklik eləyəsiniz ki, o çox güc qazana, pul qazana, sərvət qazana. Çünki sizə də oradan pul gələcəkdir. Elmi bir tərəf deyil. Hər kəs deyir, elmi bir tərəfdir, yalan deyir. Elmə sifariş verən adamların fikri əsasında gedir. Təhqiqat, hər kəs sifariş verir və pul verir, onun əsasında gedir. Onun üçün biz Azərbaycanlılar bu yalana uymayacaq ki, elm tərəfsizdir, təhqiqat tərəfsizdir. Bunların hamısı şuardır. Xəbərniqarlıq tərəfsiz deyil. Xəbərniqarların hamısının tərəfi var. Ya pul tərəfidir, ya bir fikrin, ya bir kəsin tərəfidir, ya bir siyasətin, qolun, hizbin tərəfidir. Ən azından Türkiyədə bunu rəsmən xəbərniqarlar dedilər. Dedilər, biz bir tərəfləyirik, biz Türkiyyəçiyik. Biz millətçiyik. Biz Türk millətinin tərəfdarıyıq. Bəs diqqət buyurursunuz dostlar, əgər biz başlasaq bu günləri Mevlana'nı, Nizamini və digər fikir sahibləri, bunların əsərlərin elə özümüz düşündüyümüz həqdə biz bunlara izah eləsək, şərh versək, açıqlasaq, bəlkə 2 nəfər qulaq asar, bunların fikirləri dəyişilər. Mən icazənizlə bir paragraf bunlardan oxuyayım türkcəsin, heyf olmasın ki, bu günləri oxudum bunu, türkcə oxumadım. Ondan sonra gedək. Deyir ki, ön söz, həman Pişkovlar ki, farscadır, onu Ziya Gökalpın Gözü ilə Azərbaycan türkləri. Ön sözdə Ziya Gökalpın Gözü ilə Azərbaycan türklərinin mənası, məfhumu nədir? Sonra bu gəlir əlif, Ziya Gökalp kimdir? Mən elə bunun bir paragrafını oxuyayım, sonra həm özüm getməliyəm, həm də sizin vaxtınızı çox almayayım. Məni işə çağırdılar və mən hələ gözləyirəm. Ziya Gökalp 23 mart. Bilirsiniz, Türkiyədə aylar təqribən, kamil yox,
İngilis ya Fransa dilli aylara yaxın olduğu üçün marta mart deyirlər. Mart ayının 23-də 1876 ilində Diyarbəkirdə anadan olur. İlk təhsilini 1883-də tamamlamışdır. Görürüz nə gözəl türkçəmiz, nə gözəldir. 1886-da 3 il sonra 1886 ilində Rüşdiyyə Əskəriyyədə əskəri lisə, əskəri bilirsiniz, nizami lisə bunları İranda deyilir. Ona elə Türkiyədə bilirsiniz əskər deyirlər. Ordu da kolli, ərtəşə məsələn ordu deyilir. Əskəriyyə mədrəsələri o zaman nizamiyyə olur. Bizim də burada Qacar dövründə nizamiyyələrimiz var idi. Rüşdiyyə Əskəriyyədə, Rüşdiyyə də orada bu mədrəsələrə deyir ki, bizim Rüşdiyyə də ki varımızdır. Azərbaycanlı Rüşdiyyə İranın bir neçə yerlərində mədrəsə tikibdir. Adın o Rüşdiyyədən alıbdır. Rüşdiyyə ilə amuzişin fərqi buradadır. Amuzişdə siz insanları bir şeyi təhmil edirsiniz. Rüşdiyyədə uşaqlar bunu oxuduqca rüşd elirlər. Siz bunları tənqidi dünyaya gətirirsiniz. Rüşdiyyə Əskəriyyədə İsmail Haqqı bəydən, bu bir adamdır, İsmail Haqqı adlı bir bəydən və 1890 ilində əmisi müdərris Hacı Hasib bəydən dərslər almışdır. 1893 ilində öyrətməni Dökür Yügədən fəlsəfə dərsləri, diqqət buyurursunuz, baxın, fəlsəfə dərslərini çox az yaşında almışdı. 76-da doğulubdu, 83-də də, məzər istəyirəm, 93-də də fəlsəfə oxumağa başlayıbdı. Yəni, hududən 20 yaşlarında zadında demək olar ki, başlayıbdı fəlsəfə oxumağa. 18-19 yaşlarında belə nəsərə gəlir. Mənim riyaziyyatım çox zəif olduğu üçün bunları əgər düz deməsəm üzr istəyirəm. Döktür Göcə adında bir şəxsdən fəlsəfə dərsləri Maarif Müdürlüyü və idarəsində idadə orta öyrətim. O zaman Maarif Müdürlüyü, Maarif olur həman amuzüş pərvəriş bu günləri İranda muadili. Onda maarif deyilirdi. Nə amuzüş var idi, nə pərvəriş. Acahlıq, maarif. Acahlıq ya düşüncə. Maarif olur məlumatlar da, beləsi deyək. Və idadidə. İdadidə ehtimalən parantez arasında özü məni eləyib. Mən bilmirəm nə mənədir. Heç bunun oxuması da nə cürdür. Yazılması da idadidə yazılıbdır. Orta öyrətim. Məsələn, Rahnumayı, Dəbiristan, belə bir şey anlamda. Orta öyrətim. Tarix öyrətməni Məhəmməd Əlidən isə tarix dərsləri almışdır. Bəs, baxın, ümumi dərsləri oxuyandan sonra fəlsəfiyə başlayıbdır və sonra da tarix oxuyubdur. 1894 ilində intihar girişməsinə əl atır. Bu da mən fikirəm fəqirlikdandır, kasıb uşağıdır. Mən fikirlirəm. Fəlsəfə oxuyarkən nədir olur ki, istəyir özünü öldürsün. İntihar özünü öldürmək deməkdir, təşəbbüs eləməkdir. Deyir ki, 1894 ilində intihar girişməsinə əl atır, ya girişiminə əl atır. Helmi Ziya Ölkən Gökalpın intihar səbəbi olaraq xocası Döktür Yücə Əfəndidən aldığı fəlsəfə eğitimi ilə ailəsindən aldığı dini mühafizəkar eğitim arasında yaşadığı çatışmanı göstərməkdədir. Bir adam ki, oturub Gökalpın nəzərlərini təhlil edibdir, onun adı Helmi Ziya Ölkəndir. Helmi Ziya deyibdir ki, bunun ailəsindən aldığı məlumatlarla, yəni ailə və çevrədə, famildən, dostdan, müəllimlərdən, mədrəsələrdən, o filsuf verdiği dərslər bir-birləri ilə cür gəlməyib. Bu adam qalıb iki dünyanın arasında. Bir fəlsəfə, bir də ata-anadan aldığı yalan bilgilər, doğru olmayan bilgilər hətta. Yalan deməsək də, ya doğru olmayan, ya geri qalmış bilgilər.
onun üçün özünü öldürübdü. Öldürməyə əl vurubdu. Bu adam deyir ki, oradan olubdu. Ondan sonra yaşadığı çatışma göstərməkdədir. İntihar hadisəsindən sonra tekrar oxumağa və bilməyə üz tutan Gökalp eğitiminə davam etmək istəyi ilə 1895 ilində qardaşı ilə birlikdə yenidən İstanbula gəlmişdir. Bəs elə ki ölmür, bunu nəcat verirlər, ya özü dönür bu özünü öldürməkdən, ya nəcat tapır hər halda. Ondan sonra yenə də demir ki, mən qeydim bu iki dananın birini intiqab eləyim. Ya ailəmə qeydim, ailəmdən gəldiyi tarixi düşüncələrin üstündə yaşayayım, ya da fəlsəfəni yaşayayım, ya da heç birisini yaşamayayım, gedim elə özüm bir ayrı bir düşüncə ilə yaşayayım. Deyir ki, yox, mən gedib daha çox oxumalıyım, daha çox axtarmalıyım, daha çox düşünməliyim. Və qardaşım da alır yanına, gedirlər İstanbula. Buracan belə, orada dərs oxumağa. Fəqət parası olmadığı üçün, dedim kasıb fəqir uşağıdır da. Aleyküm salam, Yasin bəy. Parası olmadığı üçün ancaq ücretsiz olan bir məktəbə yazılır. O zaman bizim Azərbaycanda da Rüşdiyyə dövrəsində mədrəsələr iki cürə idi. Bir məktəbxana idi, mollalar sayağı. Çox döyərdilər uşaqları. Mənim atam da o məktəb müəllimlərindən biri idi. Çox da döyərdi. Mənim özümü də döyübdü. Qələt bir qələt. Dözümləri yox idi uşaq qələt deyə. Deyirdilər, bəlkə uşaq elə gərək ağzından çıxanı da öyrənə. Heç vaxt belə inancıları yox idi ki, uşaq eşidəcək, öyrənəcək. Nəinki bir dəfə demaqla öyrənəcək. Bu bir yanlış durum idi. Onlar da bir şey alırdılar, amma da o qədər bir şey almırdılar. Bir də var idi, məsələn, Rüşdiyyə mədrəsə qoymuşdu, agəhi vermişdi, elan vermişdi. Bu elanda yazmışdı ki, məsələn, bir belə qran alacağam, məsələn, 2 tümən, 20 qran alacağam, uşaqlarınızı 3 ay içində yazmaq, oxutma öyrədəcəm. O halda ki, bir dənə mollanın yanına, ya bir dənə məktəb müəlliminin yanına gedəndə 3 il 4 il gedirdi, gördün ki, adam hələ Quranı oxumağı başarmır, əlif zəbərə deyib oxuya bilmir. O zaman bu adamın pulu olmadığı üçün gedir bir dənə o cür müftə mədrəsəyə yazılır. Ki orada dərs oxusun. Pulu yoxdur ki, da pullu mədrəsədə dərs oxusun. Ücretsiz olan bir məktəbə yazılır. Gökalp İstanbulda olarkən bu dövrdə Batı kültürünü də tanımağa başladı. İndi bir iş gördü. Bu getdi İstanbula, biraz da yaşı geçibdi, biraz da fəlsəfə oxuyubdi, özünü də öldürməyə təşəbbüs eləyibdi. İndi gəlir bir də İstanbula. İstanbula deyir ki, dünya fəqət Türk deyil. Türkdən böyük bir dünya var. Bunlardan hangisi gəlişmiş dünyadır? İqtisadı çoxdur, rifahı çoxdur, beləsi deyək. Yaxcı teknolojiyə sahibdir. Ona deyir, gəlişmiş. Avropa, Amerika. Mən bunların niyə gəlişiblər, bunu düşünüm. Bunun üstüne mütaliə edeyim. Bunu mütaliəyə başlar. Okulda yasaq yayınları oxuması və fərqli çıxışları ilə diqqəti çəkən Gökalp 1899 ilində geçirdiyi soruşturmanın ardından yasaq kitabları oxuma və zərərli dərnəklərə üyə olma səbəbi ilə cəza evinə göndərilmişdir. Elə adamın ki, başı farsları ilə qorumu səbzi iyi verir ha. Bu uşağın bu içi gedir, indi istir qərbi tanısın. Qərb dediyim hara yer, o yer ki, teknolojisi çoxdur. Yaxşı, ixtiraları var, iktişafları var. Dünyanı sömürcəsi altına alıbdır, sömürür, istimar dövlətdilər, müstəmirələri çoxdur, bu güclü dövlətdir, yəni. Bunlar güclü olduğu üçün bizim də elə bu günləri Avropanı, Amerikanı güclü dövlət gördüyümüz üçün əlaqəmiz var. Hamımızın. Hamı istəyir köçə Amerikaya, Avropaya buna görədir. Bəli, doğrudur. İndi bizdə rivayətlər xüsusən İran dövləti gəldi, dünyanı pislətmək üçün Avropanı, Amerikanı fahişəxana kimi, ərəxxana kimi görsətdi. Ki orada kişilər, arvadlar heç əxlaq yoxdur və bizim zehnilərimizi yudular bundan,
bizi istədilər anti-Avropa, anti-Amerika ilə, yəni bunlarla düşmən eləyələr ha. O hədəfinə bunlar deyirlər. Amma millətin zehnində onlar güclüdülər. Onlar pulludurlar, onlar sərvətlidirlər, onlar azaddılar, onlar demokratdılar, onlar filandılar. Biz də o cür olmalıyıq. Pəs fahişə olmaq da bizim onların şərtindən biridir. Onun üçün İranda bir əcibə əxlaqsızlıq var. Bu həman beyin yıxamağın nəticəsidir. Bizi istədilər Amerika düşmən eləyələr. Millətin də zehnində Amerikadan, Avropadan bir ayrı təsəvvür var. O təsəvvürlara görə bunlar bir ayrı təsəvvür onun yanında yaratdılar ki, ora fahişəxanadır. Və bu fahişəxanalıqda əxlaqsızlıq bir yerdir. Onun üçün ailə orada məfhumu yoxdur və bizi bu cürsü bizim beynimizi yıxadılar və biz bu günləri Avropanı o cür bilirik, İranda o cür rəftar edirik. O halda ki, dünya belə deyilmiş. Və onlar ki, gəlirlər bura, mənim təcrübəm göstərir. Hətta biz bilirik ki, yəni mən getdim, gördüm. Türkiyədə bir şəhər var, adı Dənizli. Orada 4 il bundan qabaq 8500 Şirazlı yaşırdı. 180-ı bunların xanımlardır. Həm dinlərini dəyişdiriblər. Çünki əgər qərbin dini ayrıdır, onlar ucurdular, biz də gedib ucururuq. Yəni bu bir dana zehniyyət də, siz onları, əgər hər halda, bunlar o beyin yıxamağın nəticələridir. Ki, indi gündə yüzlər İranlı gəlirlər Türkiyədə, Məsihi olurlar ki, bəlkə o yolundan gələrlər xaricə. Avropaya, Amerika. Hər halda. Okulda yasaq, gedir bu adam okula, mədrəsiyə, o pulsuz mədrəsədə Avropanı tanımaq üçün qaçaq kitablar oxur. Biz Türkiyə kimi bir müsəlman ölkəni fahişə xana olaraq tanıdırlar. Bəli, mütəəssifanə o cürsüdür. Yəni bizə deyirdilər, Türkiyədə siz getsəz təqribən tapanmazsınız. İlla bu ki, İranlı, Ruslu ya belə bir şey ola. İlla bu ki deyirəm. Yəni mümkündür ki, tapıla Türk də belə bir şeylər. Amma hər halda bu şeydir. Yəni o cür ki bizə İranda tanıtdırırlar, o cür deyil. Çox imkansız kimi görünür ki, Türkiyədə bir xanım tapasız ki, Türk ola, Türkiyəli ola, fahişəlik eləyə. İmkansızdır. Amma kişilərin əlaqəsi çoxdur, xüsusən xariclərə, Ruslara və İranlılara çox əcibə əlaqələr var. Və pulları da var bu iş üçün. Dilləri də var və gözəl əxlaqları var hər halda. Mən hər ikisini fahişəlik bilirəm. Yəni kişilərin də bu yola getməkləri mənim şəxsən nəzərimdən fahişəlikdir. Yəni mənə fərqi yoxdur ki, bu işi, əxlaqsızlığı kişi görsün ya xanım görsün. Hər ikisi fahişədir. Hər kəs bu yola getsə fahişədir. Və fahişəlik dünyanın heç yerində, hətta Kanadada və Amerikada qəbul deyil. Yəni insanları xor görərlər. Bunlar ən aşağı səviyyədə insanlardılar. Ki normalda heç bunlar heç adam hesablamazlar. Gələnlər görəcəklər, gəlməyənlər də inanmayacaqlar. O da özünüz bunu oradan özü bilərsiniz. Hər halda bu adam gedir okula İstanbulda qardaşı ilə bərabər və orada başlayır yasaq kitabları oxumağa. Bizim İranda yasaq kitab çətin tapılır və o kitablar ki məmnu deyirlər, onlar şah zaman çap olan kitablardır. Onların hamısı yenə də yəni sizdə bir deyirlər burada kitabxayı məmnu ədiyə, diqqət buyurun. Bunlar ittifaqən camiənin üçün qadağan olan bir şeylərə çox əlaqələri olar. O əlaqələri olduğu üçün kitabları oxuyarlar. Hər nə ki qadağan olsa, insanlar ona tərəf gedərlər. Bu bir insanda bir şeydir. Bir istəkdir. Niyə qadağandır? Bu qadağan olduğu üçün mən bunu gedib görməliyəm ki, niyə qadağandır? Kitablar da, o kitabları da əmdən İranın gizli dövləti, kölgədə dövlət deyirlər, dövləti dərsayə. Bu gizli dövlət onları qadağan edir ki, ziyalı insanlar onları oxumaq üçün geçsinlər, orada zehniləri şey olsun. Çünki bunlar qadağan, dövlət bunlarda bir şey tapıb ki, qadağandır, mən bunu oxuyayım. Siz bunu gedib oxuyursınız, şu məğz olursunuz, beyin yıxanır. Amma Kanadada, Amerikada, Avropada
əgər bir məsələn deyirəm, anarşistlərin kitabları, yazıları əlbəttə Kanadada azaddır. Mən məsələn özüm şəxsən anarşistlərin məcəllələrini oxuyaram. Gələr əlimə. Özləri ilə də görüşərəm. Dərnəkləri var, gedərəm dərnəklərinə. Heç kəs burada o cür bir şey yox. Amma deyək ki, məsələn anarşistlərin ki, ya məsələn pələnghay farsça desək, qara pələnglər. Məsələn, onlar deyək ki, qeyri-qanuni bir qrupdur. Onların yazmaqları, zadları qeyri-qanuni. Məsələn, deyək də, qeyri-qanuni deyil. Qrup özü qeyri-qanunidir, amma yazmaqları, şeyləri qeyri-qanuni deyil. Məsələn, bunları siz oxusaz, məsələn, sizi tutarlar. Amma kök alp orada gedir, o qaçaq mətbuatı ki, Avropanı qərbi danışır, demokrasiyadan danışır, filandan danışır. Onları oxuyur və bunları oxumaqda, bu qruplara getməkdə, qoşulmaqda, o dərnəklərə, o cəmiyyətlərə. Məsələn, Azərbaycanlılar fikir eləyin ki, beləsi deyək. Təbrizdə xoş gördük əziz şairimiz. Azərbaycanlılar gedirlər o dərnəkdə toplaşırlar, məsələn, bir kitab oxurlar. Onu təhlil edirlər. 4 nəfərə, 5 nəfərə. Belə bir, bunlara gizli dərnək deyirlər, ya gizli əncümən deyirlər, yeraltı əncümənlər deyirlər. Orada gedir bu kitabları oxumağa və belə bir şeylərə qoşulur, oradan tutulur da. Tutulur və həbsə gedir, zindana düşür. Bu dönəmdə Gökalp bir tərəfdən xanımının mal varlığı ilə rahat bir, öz istəyirəm, mən birazını atladım. Deyir ki, mədrəsədə də danışır, yoldaşları ilə, müəllimlərlə bəhs edir. Bu kitabları çox oxuyur, qərbə görə düşüncələri danışır, fəlsəfə oxuyubdu adam, gəlir müəllimlərlə bəhsə girir. Bunların üzündən tutulur, sorğu suala gedir, yəni bazcuyu olur İran dilində. Sonra da bunu, bu iki qaçaq kitabları oxuyubdu, zərərli dərnəklərə üzv olubdu, cəmiyyətlərə üzv olubdu, onun üzündən bunu zindana salırlar. 12 aylıq cəza evi yaşamadan sonra oxuldan da uzaqlaşdırılaraq Diyarbəkirə göndərilir. 12 ay zindan çəkir. Ondan sonra çıxır İrana tay. İşdən atırlar. Sən zindana düşmüsən, məmnuə kitab oxumusan, qaçaq kitab oxumusan, əncümənlərə qatılmısan, səni işdən də atacaq. İşdən atırlar və bu məcbur qalır ki, yenə Diyarbəkir, ana torpağına qeyissin. Doğma torpağını qeydir. 1900 ildə, yəni olur indi, əgər iştibah eləməsək olur 24 yaşı zadı, əmisi qızı ilə evlənərək Diyarbəkirə yerləşən Gökalp kiçik məmuriyyətlərdə çalışmağa başlamışdır. Pəs əmi qızısı ilə evlənir. Keçən qarnın əvvəlində əmi qızısı ilə ki, biraz da pullu imişlər, evlənir. Sonra da başlayır kiçik məmuriyyətlərə, yəni dövlətin kiçik işlərində, orada burada savadlı olduğu üçün yenə də işə alınır, başlayır işləməyə. Bu dönəmdə Gökalp bir tərəfdən xanımının mal varlığı ilə rahat bir həyat yaşamağa başlamış, digər tərəfdən isə əl altından hürriyyət çalışmalarını sürdürməyə davam edər. Bir tərəfdən xanımından bir pul qalıbdı, xanımsı varlı ailədəndir, onun varlılığına dayanaraq yaşır. Pul qüssəsi çox yoxdur. Yaşam qüssəsi, ay xanımıma bu gecə çörək apara biləcəyəm, yoxdur. Deyir ki, xanımın dədəsindən malı vardı, yiyəcəyik. O bir dənə buna bir qüvvət verir. Əmisinin malından yiyə-yiyə bir tərəfdən də neynir? Gedir, hürriyyət, azadlıq çalışmaları üstünə devam verir. Yəni qabaqca olan çalışmalarına devam verir. 3 il sonra 1903-də 3 ilindən sonra Diyarbəkir Ticarət Odasında çeşidli görevlər üstlənir. Bəs gedir ticarət odasına, iş axtarır da, biləxərə çox da xanımına dayanmasın deyə iş axtarır və gedir çeşidli, yəni müxtəlif, cürbəcür. Çeşidli, cürbəcür işlər orada öhdəsinə alır. Bu sırada Vilayət qəzetəsi baş yazarlığını ya baş yazarlığı görevini də yürütmüşdür. Elə bu zaman ki, bu ticarətxanada işlirdi, yəni deyək ki, İttihadiyyə Taciran belə bir yerdə işlirdi. Elə o zaman da vilayət olur şəhər deyək. Ustana il deyirlər Türkiyədə, vilayət də olur şəhər. İlya olur şəhər. O ildə bir vilayətdə də oranın
bir qazeti varmış, məcəlləsi varmış. Onun baş yazarlığı alır öhdəsinə. 1905'te 2 il sonra 1905 ilində əşirət rəisi İbrahim Paşaya qarşı çıxaraq xalqa yaptığı kötülüklər səbəbilə ona qarşı çıxır, parantez arası, xalqı ona qarşı ayaqlandırmışdır. 1905'te də əşirə, yəni o elin başı, xanı ya ərbabı hər nəymiş, o millətə zülm elirmiş, kötülüklər dedi. Burada kötülük olur, pis işlər gördüyü üçün o milləti onun ziddinə ayağa qalxızdırır. Mən bu paragrafı qutardım, amma qoyun bu səfəni qutarım, elə sonra gedək. Ziya Gökalp 1908'də İttihad və Tərəqqinin Diyarbəkir, Van və Bitlis heyətlərinin müfəttişliyinə atanmışdır. Pəs müfəttiş olur. Müfəttiş olur bazrəs, farsça. Müfəttişliyə atılır. Yəni 3 dana şeyin, iyalətin ya ilin bəlkə də bilmirəm. Çünki bu Van özü bir ildir, onu bilirəm. Diyarbəkir özü də bir ildir, Bitlis də bir ildir. Bəs illərin 3 ustanın əslində müfəttişi olur. Amma haranın müfəttişi dövlətin yox, bir dana hizbin müfəttişi olur. İttihad və Tərəqqi hizbinin, partisinin şey olur. Belə bir adam bizə bu kitabı yazacaq yəni. 1909'da 9 ilində Darülfununda ustadlıq etmək üzərə İstanbul'a gələn Gökalp orada bir neçə ay qalmış, yetərli ücret almadığı üçün təkrar Diyarbəkirə dönərək Peyman qəzetəsini çıxarmağa başlamışdır. Pəs 1909'da bir dana pişnihad alır, təklif alır ki, gəlsin. Sağ olun, təşəkkür edirəm dostum. Gəlsin Darülfununda İstanbulda dərs desin. Gəlir İstanbul'a, amma görür ki, az pul verirlər. Bu məcbur olur ki, geçsin, gene Diyarbəkirə. Diyarbəkirə gedir, bu səfər o Peyman. Əvvəldə dedim ki, millətinlə özünün zehninin arasında bir əhd-i peymanı var. O Peyman qəzetəsini çıxadır və onun da dalısından bilir ki, bir il sonra da bu kitabı yazır ki, biz oxuyacağıq bu günləri. Bu günlər sonra bu kitabı oxuyacağıq. 1909 ilinin son aylarında İttihad və Tərəqqi tərəfindən Selanikə göndərilmişdir. 1909'da gene de qeydəndən sonra yeni Diyarbəkirə İttihad Tərəqqi hizbi bunu deyir ki, get bizim tərəfimizdən Selanik iyalətinə. Ziya Gökalp 1912'də ailəsi ilə birlikdə bir kəz daha İstanbul'a yerləşmişdir. 1912'də gedir, bir dəfə də gene də qeydir ailəsi ilə bərabər İstanbul'a. Bu dönemdə olur bu dövrə. Bu dönemdə Darülfunun və Eğitim Fakültəsində Gökalpın eğitimlə ilgili görüşləri qəbul edilmiş. İndi ki, təcrübəsi çoxalıbdır, sinni keçibdir, savadı yuxarılaşıb, fikirləşi dərinləşibdir və dövlət də biraz bunun o cürmünün üstündən geçdiyi üçün bunu qeytəribdir okula, mədrəsəyə dərsdir. Bu dəfə gəlibdir və yaxşı da hüquq verirlər. Gəlibdir neyinməğa? Bunun fikirlərini qəbul ediblər mədrəsədə. Dərs proqramları oxudulacaq dərslər və kitablar onun önəriləri doğrultusunda qərarlaşmışdır. Bu qədər o qədər mühüm olubdur ki, bu səfər dövlət gəlir, bunun fikirləri əsasına dərs kitablarını dəyişdirir. Bu dönemdən etibarən düşüncələrini və çalışmalarını türkçülük ətrafında şəkilləndirən Gökalp eyni zamanda həyatının ən yaradıcı dönemini də yaşamışdır. Pəs nə olur? İndi ki, bunun dövlət fikirlərini alır və dərsi kitablara getirdir, bunun türkçülük fikri düşür zehninə. İndi bunun nədən olur düşür? Bunlar mühümdür. Bunları sonra özünün dilindən oxuyacaq. Və çalışır ki, dünya görüşün, fəlsəfəsin türkçülük və türk milləti əsasında şəkilləndirsin.
və deyir ki, bu dövrə ən yaradıcı dönəmini yaşamışdır. Yəni bunun zehni ən yaradıcılıq fikirləri bu dönəmdə ki, fikir rahatlaşıbdır, dövlət müzahim deyil, əziyyət vermir. Bu dönəmdə başlayır o yaradıcılıqlarına. 1913 və 14 illərində ona təklif edilən Maarif Nazirliyi, Milli Eğitim Baxanlığı görəvini qəbul etməmiş. Ədəbiyyat fakültəsində istimaat dərsliyi, sosioloji xocalığı görəvinə davam etmişdir. Diqqət buyurun. O qədər bu insan milliləşir ki, dövlət də buna inanır, bunun fikirlərinə. Buna deyirlər, ol vəzir-i maarif. Vəzir ol. Tamam, o zaman Türkiye yoxdur. O zaman olan sistemin adı, siyasi sistemin adı Osmanlıcadır. Osmanlıdır. Deyir ki, Osmanlının maarif, yəni o böyük imperatorluğun maarif vəziri ol. Nazirliyin al öhdəvə. Nazir bu günləri bizdə vəzir deyirlər. Azərbaycanda və Türk dövlətləri nazir deyirlər. Nazir ilə vəzirin bir gözəl fərqləri vardı. İnşallah sonralar vaxtımız olar deyərik. Milli Eğitim Baxanlığının indi Milli Eğitim deyilir. O zaman Maarif deyilirdi. Maarif Nazirliyi. Görəvini qəbul etmir amma. Deyir, yox, mən istəmirəm vəzir olam. Mən istəmirəm gedəm idarədə oturam, dəstur verəm. Çünki onda mənim fikirlərim nə olacaq? Mən bu fikirləri insanlara öyrətmək istəyirəm. İstəyirəm dünya bilsin, türklər bilsinlər ki, cavan uşaqlar bilsinlər ki, mənim vətənimizə, millətimizə olan arzımız Türk millətinə, Osmanlı yox. Dünyada olan Türk insanlara nə düşünürəm? Mən vəzir olsam, gedib mizin dalısında zindanı olacağam. Onun üçün nə deyir? Ədəbiyyat fakültəsi danışkədədir müadili İranda. Ədəbiyyat fakültəsində ictimaiyyat müdərrisliyi, ictimaiyyat olur toplumsal, yəni sosioloji ya camiişünasi. Deyir ki, mən istəyirəm, orada dərs deyəm, gedir və orada ustadlığına davam verir. Görəvinə, yəni vəzifəsinə, xidmətinə davam etmişdir. Bu görevlə birlikdə Gökalp İstanbul Üniversitesində ilk sosioloji profesoru olmuşdur. Pəs bu zaman nə olur? O zaman üniversite yoxdur fikirlirəm. Amma burada yazıb üniversite var. O zaman Darülfünunlar olacaqdı. Əlbəttə bəlkə də üniversite var imiş. Hər halda bu dostumuz ki bunu yazıbdı. Müqəddəməni. Bu deyir ki o zaman üniversite var. Hər halda sosyoloji, camiişünasinin ustadı Amerikadan gəlmir. Kanadadan gəlmir, İngilistandan gəlmir, Fransa'dan gəlmir. Bir adam öz millətini tanıyanda, onun kültürün, tarixin, fəlsəfəsinin, düşüncəsinin, ədəbiyyatın, bu cür bir şeyləri düşünsə, tanısa, olur sosyoloji, olur camiişünas. Bu millətin içində gedən hərəkətləri, cəryanları tanısa, onların içində yaşasa, olur sosyoloji. İranda sosyoloji yoxdur. Camiişünas yoxdur. Cəlibdir. Mən bu haqda çoxlu yazılar yazmışam. Bu son zamanlarda da onları danışmağa çalışıram. Gələn həftədə Günas TV-də, yəni bu şənbədə Günas TV-də onu danışacağıq. Və görəcəksiniz ki, İranda sosyoloji yoxdur. Çünki xaricə kitabları, o birisi məmləkətlərin kitablarını oxuyub siz bu camiədə apara bilməzsiniz. Hər şeyi fərqlidir. Siz iki şeyi, fərqli şeyi araba ilə atıb yerə qoymaq olmaz. Araba bir şeydir, maşın bir şeydir, at bir şeydir. Kültürləri də fərqlidir. Onu işlədən kültürünə, bunu işlədən kültür fərqlidir. Onun üçün siz o kitabları oxuyub, maşın kitabları oxuyub gəlib atı təmir eləyənməzsiniz. Atı oxuyub gedib maşını təmir eləyənməzsiniz. Bizə İranda sosioloji, camiişünası və rəvanşünası hətta bu cürdür. Yəni atı oxuyub, bağışlayın, maşını oxuyublar, gəliblər at üstündə işləyirlər. Cami at dövrünün camiəsidir. Siz istəyirsiniz bu camiədə sosiolog olasınız, bu camiənin təşəkküllərin ad qoymayacaqsınız. Məsələn, buna dedilər pankidir, ona dedilər filandır, buna dedilər. Bunlarla olmayacaq, bunlar qəzavət eləməyəcəksiniz. Qoyacaqsınız, girəcəksən, bunların içinə, bunları örgəşəcəksən, gələcəksən camiəvi tanıyacaqsan.
Əziz dostlar, çox təşəkkür edirəm. Mən 6-cı səhifəyəcən oxudum. Bunun əkslərini salaram, indi qoyaram və siz də bunu görərsiniz inşallah. Umaram ki, xeyirli olsun, xeyirli işə başladıq. Umaram bunları yayasınız, dostlarınıza da yetirəsiniz. Gələn həftə eyni gündə, əlbəttə çalışacağım həftədə 2 gün ya 3 gün bu oxumaqları oxuyaq, arası kəsilməsin. Amma 2 gündə olsa ya 1 gündə olsa, hər halda kitabı başladıq. Umaram ki, davam verək. Çox sağ olun, təşəkkür edirəm. Bir 5-10 dəqiqə burada elə gözləyirəm. Əgər dostların soruları olsa, xidmətinizdə varam. Kitab haqqında xidmətinizdə varam. Olmazsa gələn həftə görüşərik. Gerçek milli adam dostlardan biri yazmış ki, üçün çalışmaz. Məqam üçün çalışmaz. Burada bir dənə yanlışlıq var dostlar. Məsələn, bizim bir də insanlar tənqid edirlər ki, hamı istəyir rəhbər olsun. Hamı istəyir filan olsun. Baxın, bu bir dənə yanlış tənqiddir. Dünyada və insanların canında, hər insanın, Cənab-ı da mənim də, canımızda bu var ki, insanlar bizi tanısınlar, bizə hörmət qoysunlar. Bizim də əlimizdən gələn xidmət olursa, imkan olursa onu camiyə verək. Bu bir dənə insanların hamısında arzudur. Dünyada hizb yaradıblar. Bu cür adamlar ki, bunlara farsça buləndpərvaz deyirlər. Biz bunlara idealist deyirik. Milləti üçün bir idealları var, bir arzuları var. Bu arzu olan insanlar gedirlər o hizbin içinə. O hizbidə çalışırlar ki, rəy gətirsinlər. Gedirlər olalar nümayəndə məclis. Gedirlər olalar ustandar, fərmandar, bəxşdar, rəis cümhur, senator. Bunlar o adamlardılar, hizbə girərlər. Çünki bunların hədəfi budur ki, siyasəti ələ geçirsinlər. Dövləti dəyişdirsinlər, öz fikirləri yolunda millətə xidmət eləsinlər. İrandan danışmırıq. Çünki İranda gedək pul qazanaqdır, oğurlayaqdır, ixtilas eləyaqdır. Bundan ötürü gedir məclisə, gedir dövlətə, gedir ustandar, fərmandar, bəxşdar, şurayı şəhr ola. Siz inanmayın ki, bir nəfər özün cıra ki, mən gedirəm, orada türk dilindən dif eləyəcəyim. İmkansızdır. Orada qanunlar, dövlət, gizli dövlət, terror qrupları icazə verməz. İndi bizim burada Azərbaycanda hizb qurmaq qadağandır. Parti qurmaq qadağandır. Parti ilə sən yüksələ bilməzsən, gedəsən ustandar, fərmandar, bəxşdar, senator, vəzir, vəkil olasan. Və sən istəyirsən bu millətə xidmət eləyəsən, bir fikrin, düşüncən var, xiyalın var, arzun var bu millətə. Hardan gedəcəksən? Nə açarsan? Bunlara Avropada, Amerikada deyirlər ki, community leaders. Yəni, bir qrupu dövrəvə yığırsan, onlara bir fikirlər verirsən, onların içində tanınırsan, hörmət qazanırsan, çalışırsan ki, düşündüklərini onlara axtarasan. Tamam, bunun heç bir yeri pis deyil. Bu adam gərək vəzir olsun, qanuni bir imkan olsa bu adam gedər bir hizbə üzv olar, sabahlar o hizb rəy gətirər, gedər oturar, onlar ustandar, fərmandar, bəxşdar. İndi ki, yoxdur, biz niyə bunların qabağınalıq? Niyə deyək ki, filan kəs istəyir, fikri var, gəlir, danışır, danışsın. Bu lider olmalıdır əslində. Niyə biz bunu pis görək? Cəlibdir, bizi elə eləyiblər ki, içimizdən qalxan bir insanın başına çalaq. Bu, brainwashing, beyin yıkamanın ən dərin şeyi buradır. Ki biz öz içimizdən hər kəs qalxırsa onu vuraq. Deyək ki, bu adam istəyir milli rəhbər olsun. Olsun da. Adam çalışsın, dövlətimizi quraq, geçsin ustandar olsun, fərmandar olsun, bəxşdar olsun, nümayəndə məclis olsun, senator olsun, qanun qoysun, qanunları değişsin, kitab yazsın, ustad danışqah olsun. Bizim beyin yıkanmağımızın ən qorxunc yeri buradır. Ki bizim içimizdən bir nəfər qalxsa onu yıxmalıyıq. Çünki bizim düşmənimiz qalxa bilər. Bunu bizə öyrət. Farslar eləyə bilərlər, gedələr, nümayəndə məclis olalar, dövlət quralar, dövləti dəyişdirələr. Bunlar onların haqqıdır. Amma bizim haqqımız deyilmi dövlətimizi quraq? Bizim haqqımız deyil dövləti dəyişdirək. Bizim haqqımız deyil
Camiəmizi daha yaxşı yaparaq? Beyin yıxama ittifaqən olar ki, bizim insanlarımızı nəqd edirlər ki, bu adam istəyir bir karə olsun, rəhbər olsun, bunların beyni daha çox yıxanıbdır. Bunlar daha çox türk ziddidirlər. Özləri bilmirlər, şayət türkçüdürlər, şayət vətənpərəstdirlər, şayət Azərbaycancıdırlar. Amma o zaman ki, siz bir dana türkün yuxarı istəyinin qarşısında durursunuz, deyir, ya onu tənqid edir, sən niyə o filan kəs istəyir rəhbər ola? Elə bu ki, gəldi zehninizə ki, filan kəs istəyir rəhbər ola, gərək olmaya niyə istəyir olsun? Cumhuriyə İslami və Farsıstanların dili ilə danışırsınız. Və mütəəssifanə bizim camiəmizdə bu çoxdur. Dostlardan biri bir məqalə yazmışdı. Mən onu bunun bu haqda bəlkə sorular danışdıq. Bu kitabda da danışacaqdı. Biz yolu açmalıyıq. Hər kəs istəyir ki, bir addım getsin qabağa, ona yol açmalıyıq. Getsin qabağa. Dostumuzun biri yazıb ki, İranda camiəşünaslar fəqət huzi elmiyyədən gəlirlər. Yox, mütəəssifanə onlar camiəşünas deyirlər. Mütəəssifanə deyirəm, yəni. Çünki mən də bir zamanlar fikir edirdim, bəlkə beyin yıxamaq belədir. Diqqət buyurun. Mən də bir zaman fikirləşdim ki, mollalar əcəb bu millətin içindədirlər, tanıyırlar, inqilabı bunlar apardılar qabağa, indi belə. Yox, 1400 il deməyək, 1000 ildir, 500 ildir, 300 ildir, 200 ildir, 100 ildir. Bu millət bunların əlində xəmir kimi özlərin tapşırıblar bunlara. Bunlar ən rahat beyinvaş qrup mollalardır. Çünki millət gedir bunların əlinə, burası əllərini qoyurlar. Onlar nə desə bunlar qəbul edirlər. Yəni o deyir ki, biri gedibdir kitabı oxuyub, risaləni açıb görüb yazıb ki, müstəhəb bəst qəbri murdə ya mütəvəffa pəhn tər başad. Bunu oxuyub pehn tər başad. Gedib deyibdir ki, bunun ölülərinizi niyə belə quyulursunuz? Deyiblər ki, beləsi bizə deyiblər, sizdən qabaqçı mollalar. Deyib, yox, kitabda, risalədə yazıb ki, filan kəsin risaləsində ki, əhvət anəs ki, qəbri mütəvəffa pehini tər başad. Gedin, pehini tər pehin, yəni mal poxu gətirin. Mal poxun gətirirlər, tökürlər. Ora kəfənli adamı qoyurlar onun üstünə. Mollalar din ən beyin yıxamaq maşınıdır. Ən güclü beyin yıxamaq maşınıdır. Onun üçün Marx deyibdi ki, din əfyundur, tudə hast. Tudələri əfyun, yəni muhtad edən bir şeydir, maddədir. Vəsilədir, alətdir, din. Amma bununla belə, bu neçə yüz ildə ki, mollalar çalışıblar, hələ fəylən bir dəstəmazı örgədənməyiblər bu camiyə. Hələ bir yanın yumağı, yəni bunlar gedin oturun mənbərdə, əllərinə fürsət düşsə, yanıvı nə cür yuvacaqsan, nə cür üzü yuvacaqsan, namazı nə cür... Ağa, neçə yüz ildə sən bunu örgədənməmsən, adamlar namazı nə cür qılsın? Nə cür oldu, bunlar aldılar mollalar milləti əlinə, dövlət o zaman ki, tamam qrupların qabağını aldı, fikirlər fəqət din fikri oldu, millət gözünü açdı, din ilə yıxandı beyni, nə görəcək? Molla. Bu, bir səsliyin, təkəlliq, yəni inhisar. Təkəlliyin, inhisarın nəticəsidir, sonucudur. Bu deyil ki, onlar camiyə şünas idilər, eləyə bilirlər, milləti bəsiz eləyərlər. Bu idi ki, dövlət, o birisi qrupları qabağını aldı, təhcə meydan ki qaldı, eşkəklərə qaldı, eşkəklər bu meydanda at bağlı olandan sonra qaçıb əvvəl çıxdılar. Mollalar da bu meydanda əvvəl çıxdılar. Çünki o birisi qruplar, fikirdaş qruplar, elmi qruplar, Azərbaycan, məsələn, Azərbaycan keçən 100 ildə Azərbaycanlı fikir etsən qoymayıblar. Onun üçün ərz elədim. Nəfərə bir dana türk, Azərbaycanlı demirəm, türk günü. Biz bir millətik, türk adında. Dünyanın hər yerində türk var, adı məmləkətin adı nə olursa olsun. Məsələn, Azərbaycan Qərbi, Azərbaycan Şərqi, Ustani Ərdəbil, Ustani Zəncan, Ustani Qəzvin, Ustani Həmədan, Ustani Tehran, Ustani Mərkəzi. Bunlar Qum hətta. Bunlar türk ustanlarıdır. Tamam.
Adlarının fərqi var, amma millət birdir, Türk. İndi Türkiyə, Azərbaycan, Türkmənistan, Qəzaqistan və bunlar adları, amma içində Türk millət var. İndi bu Türk millətlərindən 2 dənə filsuf çağırın. Tanımırıq. Çünki brainwash belədir. Öz millətimizdən, öz düşünürlərimizdən, öz filsuflarımızdan, öz alimlərimizdən qırıldıqsa, onu özümüzdən bilmədikdə, o Türküləlidir. Bu Azərbaycanlıdır, Şurəvilidir. O biri Şurəvi Azərbaycanlıdır. O Türkmenistanlıdır, o Qəzaqistanlıdır, o Qırğızistanlıdır. Elə beləsi dedik, yəni ki, biz bir-birimizdən qırıldıq. Avropa Birliyi deyir ki, o İngilisdir, o Almandır, bu Finlandiyadır, o Fransalidir. Bunları deyir, amma sonra deyir ki, biz Avropalıyıq, topraq bütünlüyü. Sərhədləri götürür, birləşir. Biz nə edirik? Fars düşüncəsi ilə Türkləri bölürük. Türkiyə Türkü, demirik Türkiyə, Türkiyəli, Şurəvi Azərbaycanı, Rus Azərbaycanı, Türkəmənli. İranda da olsa deyirik Türkəmən, İran Türkəməni. Yəni demirik Türkiyə, deyirik İranın Türkəməni, İranın Azərbaycanı. Bu oradan gəlir ki, biz beynimiz yıxanıbdır. Bizim zehnimizdə tamam düşüncələrimizi dəyişdiriblər. Biz gərək bundan bu yüzə hər şeyi İranlılar nə yazsalar onun tərsəsini düşünək. Nə desələr onun tərsəsini düşünək. Bu da bundan mütəəssifanə tanımırıq. Bizim özlərimizin çox güclü camiəşünaslarımız var. Baxın, bizim 8-9 dana dövlətimiz var bu günləri. Türk millətinin 8-9 dana dövləti var. O dövləti mənimsəsək, desəm ki, Üzbəkistan mənimdir. Bunu Üzbəkli də düşünsə, sən də düşünsən, mən də düşünsəm, Azərbaycanlı da düşünsə, Türkiyəli də düşünsə, görün ki, bizim nə böyüklükdə bir məmləkətimiz var. Amerikanın gücü 350 milyon cəmiyyətindən gəlir. Bu güc dünyanı alır. Çünki 350 milyon hərəsi gündə 2 dolar maliyyət versə, gündə 1 milyarda yaxın burada pul gəlir dövlətə. İldə 300 neçə milyard dolar elir. Bu güc olar. İndi o halda ki, burada hər adam ki gedir alverə, çıxanda heç olmasa 10 dolar maliyyət veribdi hər adam başı. Uşaqlı, böyüklü. Həftədə heç olmasa 10 dolar maliyyət veribdi hərəsi. O tərəfdən burada karxanalar, filanlar, bəhmanlar, şirkətlər, ticarətxanalar, gəmilər, təyyaralar, otobuslar, bunlar hamısı da bunların hamısı vergi verir. İndi 300 milyon türk, 350 milyon türk birləşsə, hərəsi gündə 1 dolar maliyyatı dövlətimizə gəlsə, hangi dövlət dünyada? Rusdan da güclü olduq, həm millət olaraq, həm pul olaraq, həm iqtisad olaraq. Bunun üçün bizim zehnimizi düşmən zehni düzəldiblər. Özümüz özümüzə, öz millətimizə, öz aizəmizə düşmənik. Bu kitab bizə öyrədəcək ki, biz düşmənimizi tanıyıq. Əvvəl düşünək ki, özümüz kimik? Biz bir-birimizin qardaş bacısıyıq. Biz bir-birimizin ailəmizik. Biz bir-birimizin əmoğlu, əmqızı, dayıoğlu, dayıqızı, biboğlu, bibiqızıyıq. Biz bir millətik. Biz bir millət güclənsək, Amerika, Avropa və Rusiyanın qarşısında bir güc olarıq. Müstəmirə olmarıq, hətta müstəmirə edərik, əgər lazım olursa. Biz bunu istəmirik müstəmir edirik. Təbii ki, biz bərabər bir alverə etiqadımız var. Amma istəyirəm güc hesabı, güc məsələsidir. Bəy, nə gözəl olardı ki, siz də vətənə geri dönəzdiniz və belə gözəl söhbətləri vətəndaşlara edərdiniz. Bizim də arzumuz
mənim şəxsi özümü deyirəm. Mənim şəxsi arzum budur ki, gələm və şəxsi arzum budur ki, əgər bir gün ölürsəm, Qəradağda, Kəlanda yox, Kəlan kəndində yox, Kəlanda bir dağ var. O dağın başında bir yer var. Şıxılcan adında. Və mən bir gün ölsəm, mən orada qoyuluyarlar. Biz o vətəndən istəyərək çıxmadıq. Bizim çoxumuz o vətənə qeyitmağı, orada yaşamağı və orada ölməyi düşünürük. Əlimizdən gələni o vətənə ödəməyi düşünürük. Amma orada bir düşmən var. O düşmən ya öldürür, ya həbs edir, ya qaçmağa məcbur edir. İnşallah o gün olsun ki, biz də gələk ora, lütfən Telegram aydını qoyun gözümüzdə. Yazmışam, bir başqa, elə mənim səhifəmə geçsəz burada, Instagramda, aşağıda bir video qoymuşam, orada da eləcə bir saata yaxın danışmışam və demişəm ki, orada da linki qoymuşam. Yenə də elə bunun təbliğatında ki, dünən qoymuşam, yenə də orada həm linki qoymuşam, həm də bu kitabı indirmə linkini qoymuşam Telegramımda. Ora geçsəz, orada Hidayət Təbrizim, bəli, Hidayət Təbrizim adlı. Yenə də yazaram əlan gözümüzdə. Bəycanlını saat 9-dan o yana açın. Valla mən iş üstəyəm, doğrusunu axtarsaz. İndi də işə çağırıblar ki, etməliyəm. Ona görə qutardım. Gözüm üstə çalışaram ki, 9-dan o yana. 9-da olur bizim 12-miz. Çalışaram ki, bizim 12-dən o yana. Sizcə millətçi kimdir bəy? Lütfən izah edin. Sizin cavabınız mənim üçün çox maraqlıdır bəy. Əziz dostum, Araz bəy, bu kitabı ki, indi başladıq oxumağa, burada bizə millətçiliği tanıtdıracaqdır. Yəni, millətçilik bir fəlsəfədir, bir düşüncədir. Və bu cəlibdir ki, Amerikada da aynıdır. İngilistanda da aynıdır, Almanda da aynıdır, Rusiyada da aynıdır, Fransada da aynıdır, hər məmləkətdə aynıdır. Yəni bu bir fəlsəfədir. Bunu bir cümlə ilə demək olmaz. Cümlə deyil ki, deyək. Bu bir fəlsəfədir. Gedib oturacaqsan, oxuyacaqsan danışqahda. Ya heç olmasa Dəbiristanda. Bunu bizə öyrədəcəklər, bizə öyrətməyiblər. Bizə deyiblər ki, millətçilik yəni o birisi millətlərindən düşmənçilik. Yəni İranda düşüncə budur. Bunun üçün deyir ki, mərcbər bu, mərcbər o, mərcbər hamı. Dünyada millətçilik bu deyil. Baxın, sizə bir örnək verim. Mənim bir fikrim vardı, yenə də Telegramda qoymuşam bunu. Mühacirət düşüncəsi. Amerika və Kanada və Avropa mühacirlərdən millət düzəldir. Yəni mühacir gəlir ora, öz dili ilə, öz kültürü ilə, öz dini ilə, öz fərhəngi ilə, öz tarixi ilə, hər şey ki inanıbdır, yalan ya doğru. Bunlarla düşmənçilik eləmir. Demir ki, sən gərək özüvi, dilivi, dinivi, tarixi və ədəbiyyatı dəyişdirəsən, gələsən mənimkinə inanasın. Deyir, yox. Mənim dilimi az çox örgəş, eləyə biləsən ki, burada alver eləyəsən, yaşaya biləsən. Uşaqların burada mədrəsəyə geçsin, həm sənin dilimi örgəşsin, həm mənim dilimi örgəşsin. Burada işlə, burada pul qazan, sən də qazan, mən də qazanım. Buranın, bayrağın və dövlətin qəbul elə. Qanunun qəbul elə. Bu qanundan yaşa. Onun üçün də sizə icazə verir ki, 2 vətəndaş olasınız, 3 vətəndaş. Deyir ki, sən eləyə bilərsən həm Kanadalı, həm Amerikalı olasan, eləyə bilərsən həm Amerikalı, həm İranlı olasan, eləyə bilərsən həm Azərbaycanlı, həm Kanadalı olasan. Eyni halda ordusu da var, gücü də var, topu da var, tüfəngi də var, təyyarası da var. Onun üçün bu kitabı çox oxuyacaq. Yox, bu kitab millətçilikdir. İstəyirəm bunu deyəm ki, icazə buyurun bu kitabı oxuyaq, bərabər oxuyaq. Linkini də YouTube şeydə qoymuşam, Telegramda qoymuşam. Oradan kitabı indirə də bilərsiniz. İndirin, oxuyun, gəlin burada danışaq. Hətta dostlarımız hər kəs mail olsa, gəlsin oxusun. Hərəmiz bir paragraf oxuyaq. Düşüncələrimizi deyək.
Bu da gözəldir. Mən bunu düşünürəm ki, bəlkə bir-iki həftəyə can dostlardan xahiş eləyəm, hər kəs istir gəlsin, oxusun, düşüncəsini o haqda desin. Biz də düşüncəmizi deyək, burada bir fəlsəfə çıxsın, bir düşüncə çıxsın. Dostlardan biri yazıb ki, Nadir bəy əgər iştibah eləməsən, təşkilat olan yerdə məqam da olmalıdır. Təşkilat olmasa da olmalıdır. Biz öz içimizdə icazə verməliyik ki, insanlarımız məqam dalısınca getsinlər. Çünki məqam dalısınca getmək demək bir arzusu var bu adamın. İranda bu günləri məqam demək, para demək, pul demək. İnsanlar gedirlər ki, pul qazanırlar. O da bir arzudur. Amma o millət üçün deyil, o şəxsi üçündür. Bu xiyanət deyil, məncə. Oğurluq eləməsə xiyanət deyil. Çünki şəxsi üçün gedir bir iş görə. Bilirik ki, bunlar getsələr, məclisə millətə bir iş görməyəcəklər. Şuraya, şəhərə getsələr, millətə bir iş görməyəcəklər. Amma heç olmasa özlərinə bir iş görəcəklər. Onun üçün biz onlara nərdivan olmamalıyıq. Ki, onlar gedərlər şuraya, şəhərə, onlar gedərlər məclisə, onlar gedərlər özümüzə, bizi ayaqlayırlar. Həm bizi ayaqlayırlar, pul qazanırlar, həm də gedərlər məclisdə haqlarımızı tapdıyırlar. Çünki bunlar məclisə gedəndən sonra iradələri yoxdur. Bunlara 3 ay əvvəl İdari İttilaat və Sipahpaslara amuzəş verəcək. O amuzəşdən çıxa bilməzlər. Çıxsalar terror olarlar, ölürlər. Bu əslən bunun şəkki yoxdur. Şəkk eləməyin bunda. Onun üçün biz öz insanlarımıza icazə verəcəyik ki, bunlar dövlət qurmaq fikri, vəzir vəkil olmaq fikri, rəis cumhur olmaq fikri, bunlar hizb qurmaq fikri, hizbidə ustandar olmaq, fərmandar olmaq fikri, teorisyen olmaq fikri, ustad danışqah olmaq fikri, danışqah qurmaq üçün, mədrəsə qurmaq fikri, bunlar da olsun, bunlara deyək ki, bunlar bizim vətənimizə lazımdır. Bizə o adamlar ki, məqam dalısıcan deyil, yəni bir fikri yoxdur, məqam buna dedim, fikri var, düşüncəsi var millət üçün, bizə belə bir insanlar lazımdır. Bizə o adamlar ki, qoyun kimi deyərlər, yox baba, neyniyəcəkdir, gedək rəy verək, gedək o çıxsın, mənə nə, çıxar, çıxmaz, bunlar bizə lazım deyil. Bizə onlar lazım ki, millətimizin farslar ilə bulənd pərvaz ola, idealist ola millətimiz üçün. İdealist insanlar ki, deyir, ağa, mən gərək rəhbər olam, mən gərək rəis cumhur olam, mən gərək nümayəndə məclis olam. Niyə? Bu dövləti dəyişdirəcəyəm, bu milləti dəyişdirəcəyəm, bu millətin alın yazısını dəyişdirəcəyəm. Bizə belə bir insanlar lazımdır. Bizim insanlarımız tənqid ilə düşmənçiliği düşünmürlər. Tənqidi əvvələn Fars zehniyyəti ilə olacaqdır, yoxsa Azərbaycançılıq və Türk zehniyyəti ilə? Türk zehniyyəti ilə və Azərbaycançılıq dövlətçiliği zehniyyəti ilə olmayan bir iş tənqid deyir, düşmənçilikdir. Azərbaycanda qalxan insanın başından vurub yatırtmaqdır. Mən nə cür eləyə bilirəm bu millətə xidmət edəyəm? Əgər mən eləyə bilməsəm rəhbər olam, o eləyə bilməsə rəis cumhur olsun, o eləyə bilməsə nümayəndə məclis olsun, bu eləyə bilməsə müdiri kodlu olsun, bu eləyə bilməsə vəziri amuzəş pərvəşir olsun, bu eləyə bilməsə ustandar olsun, fərmandar olsun. Kim bu dövləti, bu milləti dəyişdirəcək? Bu milləti dəyişdirən bunlardır. Baxın, o əkinçi, o bəqqal, o çəqqal, bunlar dövləti dəyişdirməz. Dövlət onların çiyninə minər, onların alın yazısını dəyişdirər, onlara əmniyyət, rifah, kimlik, hüviyyət, rifah verər. Amma fikri olan insanlar, fikri olmayan insanlar 40 ildə əlindədir dövlət, günü-gündən dalıya gedir. Günü-gündən dalıya gedir. Çünki fikri yoxdur. Fikri nədir? Oğurlamaq. Aleyküm salam dostlar və yanlış başa düşülməsin, pişəvəri kimi gəlsin, rəhbər də olsun. Baxın, pişəvərinin buyurdu çox gözəldir. Mən bu haqda bir danışığım oldu. Dostlar dedilər, filmin götürürlər. Mütəəssifanə sonra bunu götürmədilər və bu film şeydir, nə deyirlər. Baxın, pişəvəri mənim ehtiram qoyduğum bir şəxsiyyətdir. Amma pişəvəri əvvəl İrancıdır. Pan-İranistdir. Rusiyədə mərziهای purgöhər İran çıxadır da, yəni bir dənə ruznamə çıxadır. Gəlir İranda, Tehranda ajir çıxadır və ayrı ruznamələr çıxadır, hamısı farsça. Bu adamın zehnində bir şeylər var. Türk üçün deyil, İran üçündür.
İrançılıq, pan-İranistdir. Gəlir, nümayəndə məclis olsun. Rıza Şah bunu tutur, salır zindana. Qacar dövründə bilirsiniz bu Qacar əslində belə deyək də, bölək tarixi. Deyək ki, Rıza Şahdan öncəki insanlar, Səttarxan filan Bəhman, bunlar türkçüdülər əslində, amma İrancı. Çünki o zaman İran deyən məmləkət türklərin əlindədir. Bir də Rıza Şahdan bu üzə İrancılar var ki, onlar rəsmən ziddi türkdülər. Məsələn, Pişəvəri Qacar dövründə istər-istəməz Farsı dilində yazsa türkçü deyə bilər o. Çünki o zaman Qacar imperatorluğu türkdü. Eləyə bilər ki, dili hər nə dilsəyir qoya. Yanlış qoyubdu, farscanı qoyublar. Məsələn, əlbəttə rəsmi dil yoxdur Qacar dövründə. Qacar dövründə nə qanun əsasında, nə dövlət səviyyəsində, nə ordu səviyyəsində, nə ticarət səviyyəsində, nə idarə səviyyəsində, heç səviyyədə fars dili rəsmi dil deyil. Cəlib budur ki, hətta şeir dili də deyil. Dökül Möhsünyan Rad deyir ki, Qacar dövründə fars dili aradan getdi. Qacar dövründə fars dili aradan getdi. Çünki onların bilirsiniz də, farsıdan zehniyyətləri Firdosidir, Firdosi yox hətta, Sədidir və Hafizdir. O, onların ülgüləridir. Dillərinin şahkarı odur. Şah əsərləri dillərində olardı. İndi görürük ki, ha zaman, diqqət buyurun, ha zaman Pişəvəri Azərbaycançı və türkçü olur. O zaman ki, məclisə nümayəndə olur, Təbrizdən birinci nümayəndə seçilir, gedir məclisə. Məclisdə bunun eyni şeyin başına gələn oyun kimi təqribən ona yaxın bir oyun gəlir. Gedir məclisə, bunun etibarnaməsi nümayəndə olmaq üçün o birisi nümayəndələrin tərəfindən rədd olur. Qeydi Təbrizə, deyir ki, mən dövlət quracağım. Türk dövləti. 4 il o zamanacan 2. Dünya Savaşından geçir. Dünya Savaşı bitmək üzərə. Sülh qoyulur. Əgər 4 il bundan öncə bu türkçü olsaydı, Azərbaycançı olsaydı, dövlət qursaydı, 4 il sümüklü bir dövlət idi, heç kəs bunu yıxanmaz idi. Nümayəndə məclis qoyulur, şükür Allaha ki, bu ittifaq düşür. Mən farslılara bəzən təşəkkür eləmək lazımdır. Çehreqani, həman Çehreqanidir ki, götür Çehreqani, həman götür Çehreqanidir ki, istirdi ki də Bəsiz tərəfindən, filan tərəfindən gedən nümayəndə məclisi ola. Onu rədd elədilər, təşəkkür edirik. Döşə Çehreqani Azərbaycançı millətçi türkçü oldu. Mərhum, rəhmətlik Pişəvərini rədd eləməsəydilər, geçsəydi məclisə nümayəndələrdən biri olacaqdı. Onu rədd elədikləri üçün gəldi dövlət qurdu. Yəni onunla bir təzadlıda. Niyə? Çünki onda bir millətə bir, hər halda bir ideal var idi. Hətta o dövrdən öncə Azərbaycanda yazdığı məqalələr farscadır. Mənə tay, mən də farsca yazıram. Mənim 11 milyon yazdığım, danışdığım vardı. Bunların 10 milyon 900 mini farscadır. Bunun üçün istəm ərz eləyəm ki, bəzən bizi düşmənlər bir yaxçı iş görərlər, biz olarıq nə mənə? Millətçi. Əziz dostlar, mənim batırım da qutarır. Onun üçün icazə buyursaz, elə burada bunu kəsaq. Görün dostlardan daha bir şey. Salam Rahim bəy, xoş gördük. Sağ olun. O kitabı necə əldə edə bilərik? Ərz elədim, kitabı mənim telegramımdan gedib download eləyə bilərsiniz. Salam aleyküm Hüseyin Şükri. Hüseyin Şükri, salam aleyküm. Sağ olsun, yaşasın Abbas Lisani də. Bu da bir ki, millətçilik. Hamı qolların bir gələndə deyirlər, siz də tündürürsünüz. Hamı. Baxın, millətçilik yəni tündürü olmaq. Siz eləyə bilməzsiniz ki, tamam millətlərinizi özünüzdən razı saxlayasınız. Siz ya Azərbaycanlı türksüz, ya türksüz, ya farssız. Siz olmaz həm türk olasınız, həm fars olasınız. O zaman ki, sən dedin, mən türkəm, İranın qabağında durdun. İfrat. Yəni buna əgər ifrat deyirlər, bəsən millətin xasiyyəti budur. Amerikalı Kanadalının qarşısındadır, İngilistanlı Almanlının qarşısındadır, Almanlı Fransalıların qarşısında. Yəni o zaman ki, siz dedi bir millətəm mən, o zaman
siz o birisi millətin qarşısındasınız. Mənafiyiz, hər şeyiz orada qarşı-qarşıya gəlir. Bunları danışacağıq. Bu kitabda hamısını danışacağıq. Millətçi olmayan toplum geri qalmaq məhkumdur. Geri qalmağa məhkum deyil, ölməyə məhkumdur. O millət ki, millətləşməyə, özünə inanmaya, beynin verə, düşməni istədiyi sözləri beyninə soxa və o düşmən düşündüyü kimi düşünə, o millət ölmüş millətdir, aradan getmiş millət. Çox azaraq görünür o insanlardan. Tamam. Salam Qəşqay qardaşım, xoş gördük. Nədən döktür ələmi dövlət qurmayır? Onu özündən soruşun və inanmıram bu şəraitdə hələ feylən dövlət qurmağa zaman hazır olsun. Yəni uzmandan qabaq fars əlmiş, sonra fars oldu. Yəni o zamandan qabaq fars deyilmiş, sonra fars oldu. Bilmədim buna hangisini işarə buyurursunuz. Hər halda çox təşəkkür edirəm dostlar. Çox uzun zaman vaxtınızı aldım. Gələn dəfədən çalışacağam ki, 1 saatdan izafə olmasın. Sizin hamınıza can sağlığı arzulayıram və xahiş edirəm lütfən bu videoları yayın. Eləyə bilək oracan ki mümkündür. Bu kitabı oxumaları aparaq qabağa. Mən də izafi danışmayayım gələn dəfədən ki, fəqət kitab olsun, insanlarımız bunu düşünsünlər. Sorğu-sual başqa bir, yəni açarıq, bağlarıq, dubara sorğu-sual olar. Oradan sorğu-suala gəlirik. Çox sağ olun, yaşayın, hələlik.